Üzün kimi bir karlıdır uca dağları, üstüne bir yanaşır yaşıl bağları. Bizimle bir başlamıştır güzel çağları. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. El bilir ki tükenmeyen servetin vardır, sinen üstü yapan buldu gen tarlalardır. Turnaların köy Xəzərdə qatar qatardır. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. Yurdum yuvam meskenim sen Azerbaycanım, Anadolu'm vətənim sen Azerbaycanım. Azerbaycanım. Selam ve saygılar değerli gruptaşlar. Radyo Haraya başka yerden bizim sesimizi dinleyen dostlar. Her vaktiniz xeyir olsun. Bu akşam da konferans zamanı getirib bildiğiniz kimi Sayın Əmir Mərdani tarafları Azərbaycan olayları ya gündəminə görə öz konferanslarını birazdan inşallah başlayacaklar. Dostlar aldığımız ya
Gəldi acı xəbərə görə ki, sizin də xəbəriniz var. Tehranın demək olar tərəfdarı, lideri traktor takımına görə Sayın Kazım Səfabəxş bəy indi 6 aydır məhbusdaydı ki, 2 gün öncə buna 13 il zindan kəsiblər. Sadəcə də bunun suçu traktor takımı olmağa görədir. Ancaq biz siyasi zindanlarımız haqda da Pərşənbə axşam inşallah bir dənə mizgerdimiz vardı. Elə bu qrupda Sayın Musa Bərzin, Dadqüstlərinin payı 1 vəkili və Sayın Əkbər Azad cənabları və xanım Şərifə Cəfərinin huzuru ilə. İnşallah ki, faydalı olacaqdır o mizgerdimizdə. Daha demək olar bu haqda ayrı mizgerdlərlə zindaniyan siyasimizə görə lazım olsa həttəmən demək olar qoyacağıq. İnşallah Sayın Əmir Mərdani cənabları birazdan qrupumuzda olub və konferansımızı başlayacaqlar. Sayın Əmir Mərdani cənabları, sizi də çox xoş gördük. Əgər qrupumuzda varsınız, mənim səsimi eşidirsiniz, lütfən buyurun konferansımızı başlayalım. Selamlar və saygılar sunulur əziz və hörmətli, dəyərli qrupdaşlar. Səsimi dünyanın hər bir yerində ki, eşidirsiniz. Sizə can sağlığı arzu edib hər zaman mutluluqlar diləyirəm. Başda hörmətli Araz bəy, siz olmaq şərti ilə digər kanalın digər adminlərinə minnətdarlığımı bildirirəm. Təkrar bu fürsəti mənə və Azov təşkilatına yaratdığınız üçün ki, bir daha millətimizin qulluğunda olub və nacizanə fikirlərimizi bildirib millətimizə sunaq. Ümid edirəm ki, gözəl bir söhbətlər olsun və çalışacağım ki, əlbəttə eləyə bildiyim qədər daha sürətlə danışıb, daha sözlərimi yekunlaşdıram ki, millətimizin əziz və hörmətli iştirakçılarının dəyərli vaxtları boşa getməsin. Qonulara işarə etibsiz, yəni o paylaşılan poster və çağırışda da vardır. Ancaq bu neçəcinin içində o qədər fərqli olaylar da olubdur ki, insan göylə istər onlara da toxunsun. İnşallah zaman olur da bəlkə də elə sual-cavab bölümündə bu məsələlərə toxunuldu. Amma ən başda gedən məsələ ki, gerçəkdən insanı özəlliklə bu son neçə gün içində çox incidir. Milli fəallarımıza verilən qərar və güya məhkəmə hökmləridir. Ki, sözlərə başlamaqdan öncə onlara bir balaca toxunmaq gerçəkdən yerlidir. Məndən yaxşı bilirsiniz, hörmətli Əmir Səttari cənabları və Kazım Səfabəxş cənabları çox ağır hökmlərlə qarşılaşıblar. Əmir bəy Səttari cənabları bir halda ki, 7 ay həbs məhkəmədə tərəfindən, o da o şəkildə, yəni İranın o şəkildə olan məhkəmələr tərəfindən verilmişdi. O təzyiq nəzərdə, normalda biz görərək ki, təzyiq nəzərdə azalır. Təzyiq nəzərdə o 7 ay çoxalıb 5 deyərlər 1 il, 2 il də olmayıb, olub 7 il, olub 5 il. O tərəfdən və dünən irəli gündə bir ayrı bir xəbər gəldi çatdı ki, gerçəkdən insanı nə deyəcək də çətinliyə salır və zora salır. Kazım Səfabəxş cənabları 13 il həbs alıblar. Bu xəbər çatandan sonra insan baxır ki, görsün bu məhkəmə hansı qərar əsasında və hansı səbəblər əsasında bu bəyimizə bu həbsi layiq biliblər. Yəni bu həbsi bu bəyimizə vermək istəyiblər. Suçlara insan baxdığında gerçəkdən, əziz qrupdaşlar məni bağışlasın da, bilməm bu ədəbsiz bir məsələ sayılır yox, amma bir normalda hamımız deyirik da ki, zaman gəlir çatır ki, araba qarışıb məsələ bitir. Ya ayrı tərəfdən zaman deyilir ki, elə bir ortam yaranıbdır ki, it sahabını tanımır. Gerçəkdən İran hakimiyyəti bir yerə gəlib çatıbdır. Özəlliklə qəza sistemi və qəzai bir açıdan istəsək danışaq. Gerçəkdən elə bir yerə gəlib çatıb ki, həm bu iki məsələ demək ola bilər, həm ayrı bir məsələlər də işlətmək ola bilər və həm də nəhayətdə insan gəlir səssizliğə çatır ki, yəni siz o məhkəmənin qərarına baxdığınızda görürsünüz, yazıbdır təşkili quruh. Quruhun təşkil olmasına da bir səbəblər sunubdur ki, nə bilim, Telegramda bunu paylaşdı,
o qədər insan var idi, buydu, pəs təcziyə tələb idi. Ayı çaya, dağa, bağa bağlamaqla sonra 10 il həbs verir. Sonra gəlir 2 il həbs ayrı suça və 1 il də ayrı həbs suça. Toplam 13 il və insan gerçəkdən o qazinin ki bu hökmü verib, mən şəxsən özümü neçə saatlar düşünürəm. O qazi ki bu hökmü verib, gerçəkdən o şəxs iki haldan xaricdəyir. Ya o hökmü verdiyi zaman ya normal əqlə sahibdir, içibdir, içkilidir, keyflidir, bir nə bilim həb batıbdır, göylərdə seyr edir. Yəni normal halında dəyər bu hökmü verib ki, biraz bəiddir belə olsun. Ya da ki, yox, elə gerçəkdən normal adi şəraitdə bu hökmə qərar veribdir. Düşünürdüm gerçəkdən bəlkə modern bir dünyada, əlbəttə modern dünyada yaşayırıq, amma modern bir ölkədə olsaydı insan, mən şəxsən özüm önəri verərdim ki, o qazini gerçəkdən nə zindana salsınlar, nə suslasınlar, heç nə eləməsinlər. O sadəcə bu qazi ki, bu hökmü verib və o məhkəmə qərarını yazıb, gerçəkdən psixolojik olaraq araşdırmaq lazımdır. Ki, insan hansı səviyyəyə çata bilər, insan şərəfini nə qədər ayaq altına qoya bilər və insan nə qədər eləyə bilər saçmalasın. Gerçəkdən o qazi saçmalamağın zirvəsində yerləşdirilir. Ona lövh vermək lazım, ona caizə vermək lazım, onu gerçəkdən təqdir eləmək lazım ki, insan eləyə bilər bu qədər axmaqcasına, çox gənc, çox çalışqan, igid, deyərlər, heç bir qeyri-əxlaqi suça görə yox ki, traktorçuluq üçün, millətçilik üçün, millətin sevdiyi üçün 13 il həbs cəzası alsın. Sanki bu livanı buradan götürüb oraya qoyur. Nə bilim, bəlkə o qazını heç dindirsən, heç ondan çoxa da saya bilməz. Heç onu bilmir nədir. Sadəcə elə fəqət elə bir zat yazıbdır. Hər halda insan istədi ki, çox danışsın bu qonuda. Bəlkə sual-cavab bölümündə insan yəni vaxt oldu, gəldik, buna da çatdıq. Gerçi söhbətlərimin sonunda əsas elə buna da toxunmaq istəyəcəyim. Yəni bizim gələcək görə biləcək işlərimizdə elə hörmətli Səfabəxş cənablarına, Səttari cənablarına və digər məhbuslarımıza da toxunmaq istəyəcəyim. Bir sıra beynimdə vardır başlamaq, amma ən başda elə düşünürəm ki, bəlkə elə milli hərəkətimizdə olan şübhəli ölümlərə, indi bizim çox şəhidlərimiz vardır. Amma milli hərəkətimizdə olan şübhəli ölümlərə bir baxaraq yola çıxıb və bəhsi davam edək. Çox sağ olun. Əlbəttə, sözlərə başlamaqdan öncə mən təkrar unutdum, qabaqçı danışıqda da mən unutmuşum, hörmətli Araz bəyin vurğuladıqlarına rəğmən üzrlə hesab eləsinlər məni. Mən özümü təqdim eləmək yadımdan çıxdı. Mən Əmir Mərdaniyəm. Sulduz şəhri, Sulduz diyarından 1364-cü il doğumlu, 34 yaşında birisi. Amma ömrümün çoxusunu daha çox Təbrizdə yaşamışam. Təbrizdə bərq, elektronik üzrə sərasəri danışqahda təhsilə başlayıb. 1384-cü ildən öncə fəaliyyətlərim bireysel olmuş olsa da 1384-cü ilin sonlarından, özəlliklə 1385-ci ilin ilk işlərindən indiyə qədər təqribən bir 14-15 ildir ki, milli hərəkətdə təşkilatlar içərisində çalışmağa davam etdirmişəm fəaliyyətlərimi. Bir zamanlar Nizarət Təftiş Komitə üzvü olaraq, bir zamanlar təşkilatın qurucu heyəti olaraq, qurucu heyətindən qurucularından birisi olaraq və indi də elan Azov təşkilatının sözçüsü olaraq qulluğunuzda varam. 1385, 6, 7, 8-ci illərdə tutuqlandıqdan sonra nəhayət 1388-ci ildə Təbriz zindanından orada olan bir iki yoldaşın yardımı ilə, özəlliklə Təbriz zindanından qaça bilib. Sonra bir ay gizlin yaşamaqdan sonra vətəni tərk etməyə məcbur olub. Artıq 10 ildir ki, İsveçdə yaşayıram. Burada da elə aynı siyasi fəaliyyətə davam etdirməklə yanaşı təhsilimə də davam verirəm ayrı bir məqtədə Çalmers Universitetində. Dışarıya çıxdıqdan sonra da fəaliyyətlərim daha çox elə həmən milli hərəkət içərisində təşkilatlar səviyyəsində, ayrıca burada daha çox lobiçiliklə və milli hərəkətin və millətimizin səsi dışarıda yaymağa çalışmışıq dəyərli digər yoldaşlarımızla. İsveçdə Azərbaycan Kültür və İdman Dərnəyinin başqanı olaraq ayrıca qulluğunuzda oluram və bu ki İttihadı Azərbaycan Cənubi, yəni Güney Azərbaycan İttifaqı olaraq da eləyə bildik ki, 3 il, 4 il ərzində Avropa Parlamentində təxminən 50 nəfər Avropa Parlament üyeləri ilə tanış olub.
toplantılar keçirək, Avropa Parlamento konferans seminar qurduq. Urmu gölü ilə bağlı özəlliklə və Avropa Parlamento başqanı ilə Katrin Şton, Əhməd Şəhid və Şuraya Əmniyyətinin nümayəndələri və digər sahələrdə də yoldaşlarla davam etdirib və görüşmələrimiz olmuşdur. İndidəki qulluğuzdayam və nacizanə fikirlərimi qulluğuza çatdırmaq istəyirəm. Şübhəli ölümlər bəhsinə gəldiyimizdən öncə bir məsələni diqqətə alsaq, bəlkə bəhsin aydınlanmasında daha yardımcı olsun və daha faydalı olsun. Bildiyimiz kimi, hamımız bilirik, İran hakimiyyəti hər bir hərəkət ki ona qarşı ola, onu özünə düşman kimi nəzərə alır. Fərq eləmir indi bu hərəkət çox sadə ictimai, hətta mən sadə ictimai də deməyim, yəni 4 dənə cavanın gedib xiyaban quşəsində, xiyabanı da boş verməsin, gedib çölün bir yerində, bir dağda, daşda bir-birlərinə su səpməyi də belə özünə düşmançılıq hesab edir. Özünə qarşı olan silahlı mücadiləni də düşmançılıq hesab edir. Fərq eləmir. İran rejimi hər bir hərəkət, cünbəş, movement, hansı səviyyədə olsalar da, hansı ad qoyulsa da hər birisinə, bunlarda zərrə qədər hiss eləsə ki, xətər iyisi gəlir, bunu özünə düşman bilir və düşman kimi də davranır. Düşman kimi davranmaqda gəlir ona qarşı, yəni o hərəkətə qarşı olan seçənəklərin hamısını dəniyir. Bu dənəməkdə farsçasını desək, xəzinə faidə eləyir. Yəni gəlir deyir ki, misal üçün, mən bu hərəkətə qarşı bu işi istəyirəm görəm. Bunun xəzinəsi nə qədərdir? Mənə İran rejimi olaraq nə qədər zərbə vura bilər? Bir də faydası nə qədərdir? Yəni mən bunda hansı qazanclarım ola bilər? Bunları qoyur bir tartıya, tərazuya və tartır. Əgər xəzinələr tərəfi ağır olsa, o işi görmür. Əgər faydalar tərəfi ağır olsa, o işi görür. Çox sadə istəsək tozih verək. İran tərəfindən, yəni İran rejimi tərəfindən edam hökmünün verilməsi təbii ki, rejimə çox böyük xəzinələri var. Vəli sadəcə xəzinə də deyil, yəni bunun faydalı olan tərəfləri də vardır İran rejiminə. Bunun özü böyük bir bəhs ola bilər, saatlarca bunun üstünə danışılmaq ola bilər. Amma ən böyük başda gedən xəzinələrdən elə bu rejimin qeyri-məşru, qeyri-insani mahiyyətini daha açıq ortaya qoymasıdır. Vəli xop, o da bir zaman gəldi, artıq rejim dəyişdi, su mənim başımdan keçib də. Zaten hamı onsuz da bilir ki, mən nə qədər cəllad və nə qədər qəddar bir hakimiyyətəm. Yəni, onu necə gizlətməyə yoxdur ki. Və bu qupun əldən verir edam hökmü. Amma ən böyük, bəlkə deyə bilək, ən ağır xəzinələrdən ki, rejim edam hökmü verəndə ilk başda və ilk edam hökmünü hətta verdiyi zaman ona düşünür, millətdən gələn təpkilərdir. Millət tərəfinə olan etirazlardır və rejim bir edam hökmü verdiyində buna daha çox düşünür. Mən bu edam hökmünü verəndən sonra faydalarım olacaqdır. Bəli, faydalarımı sıralamaq ola bilər. Digər fəalları qorxuduram, camiədə və toplumda qorxu atmosferi yaradıram. Millətə bu mesajı verirəm ki, baxın, siz siyasi fəaliyyət eləsəz, indi hər sahədə fəaliyyət edirsiniz, onun xəzinəsi görün nə qədər çoxdur, ölüm də vardır sonunda. Bu mesajı verib, mənə qarşı olan, yəni rejimi İranam mən, mənə qarşı olan, opozisyon olan hərəkətləri soğuduram öz yollarından, milləti onlardan qopurduram. Bu mənim faydalarımdır. Və o üçün də İran rejimi bəzən, özəlliklə getdikcə və özəlliklə son zamanlarda bunu daha görürük və bundan sonra daha da görəcəyik, edam hökmü verməkdən da çəkinmir. Nə tənha çəkinmir ki, onu açıqcasına da yayır. İş də başından aşıbdır da, artıq mahiyyəti dünyaya sabit olunmuşdur, illər boyudur. Dünyanın birinci edam hökmü olan məmləkətdir. Deyirlər, Çin birinci edamdır. Çin cəmiyyətinə baxdığımızda birinci edam ölkəsidir. Say, teydad baxımından bəli, birincidir. Amma cəmiyyətinə böləndə İran dünyanın birinci ölkəsidir edam hökmü verməkdə. İran illərdir bunda deyil, mən şöhrə olmuşam. Ona görə də bu biləsinə o qədər xəzinə sayılmır. Faydaları nəzərdə alır və açıqcasına edam hökmlərini deyir və yayır. Baxdığımızda dövrümüzə görürük ki, İran rejimi son 20 ilə qədər bu edam hökmünü daha çox mücahidlərə, bəzən sol düşüncəyə bağlı olan fəallara və bəzən də kürdlərə verirdi. Getdikcə həm bu hərəkətlər, yəni digər hərəkətlər gücləndikcə, millətdə etiraz potansiyeli çoxaldıqca, artıq rejim də
həzinələri çoxaltmaq istəyir bu fəalların qabağında və edam hökmünün sayəsini çoxaldır. Bir də bu edam hökmü verilən dairəni genişləndirir. Artıq da indi milli hərəkətlərlə bağlı olan, daha doğrusu desək, Kürdlər, ərəblər də var içlərində. İndi bəloslar da edam hökmü alırlar. Ara sıra türkmənlər də edam hökmü alırlar. Yəni bu milli fəallar. Fars opozisiyonu belə, hətta Əncümən Padşahı İranyan bir gözəl örnəyidir. 1388-ci il 2 nəfər Əncümən Padşahı İrana bağlı olan şəxs güya Şirazda deyirdilər ki, məsciddə bomb qoyublar. Onlar edam olundu və İran bunu açıq-saçıq da yaydı və dedi. Yəni Fars opozisiyonuna da bu mesajı verdi ki, baxın, mən sizi də hər zaman istəsəm edam eləyə bilərəm. Və son zamanlarda da görürsünüz ki, muhtezist, yəni çevrə fəallarına belə edam hökmü verir. Keçən həftə yayıldı ki, birisini hətta asdılar da. Yəni yaydı, elan elədi və çəkinmədən dedi ki, mən bu fəalı astım. Muhtezist adında çalışırdı, muhtezist adı altında çalışırdı, amma casus idi. Mən də ona görə tutdum, öldürdüm və edam elədim. Və heç də çəkinmir İran rejimi bunu demək. Yəni artıq fəal muhtezist olmaq da belə hətta İranda edam hökmünə səbəb ola bilər. Bunların hamısına baxdığımız, amma sadəcə bir hərəkət vardır ki, İran rejimi ona qarşı hələlik doğru olaraq edam hökmünü işlətməyibdir. O da Güney Azərbaycan milli hərəkətidir. İran rejimi ən qorxduğu məsələ millətin etirazıdır. Heç zaten qorxmur İran rejimi. Hətta indi görürük ki, yəni Amerika ilə və digər ölkələrlə qarşı siyasətlərin tənzim eləməsində də içəridə olan etirazlar və antropini nəzərdə alır. Sözün geçonu, İran hakimiyyəti ən qorxduğu məsələ millətin üsyanıdır. Güney Azərbaycan milli hərəkətinə qarşı edam hökmünün hələlik və indiyə qədər verilməməsində ən səbəbi İran rejimi tərəfindən Güney Azərbaycanın millətinin gücü, potansiyeli və ayrıca milli hərəkətinin potansiyelini bilməsidir. Özəlliklə son 10-15 ilin içində 3-cü mesajda İran rejiminə verilmişdir. O da budur ki, milli hərəkət millətlə çox yaxın və sıx əlaqəsi və bağı vardır. Və təcrübələr, ortada olan aksiyalar, etirazlar və digər ictimai, siyasi örnəklər də bunu sübut etdiribdir ki, artıq milli hərəkət istədiyi zaman eləyə bilər milləti səfərbər etsin, aksiyalar yaratsın, mövzular yaratsın və etirazları göstərsin. Bunların hamısı nəzərdə alanda İran rejimi bir halda ki, arzusudur və göylü də istəyir ki, edam hökmü zamanı gəlsin ki, milli fəallara edam hökmü versin, arzusudur bu İran rejiminin. Amma hələlik verə bilmir. Bütün təpkilərdən, millətin təpkilərindən və milli fəalların təpkisindən qorxur. O təpkiləri müdiriyyət edə bilməyəcəyindən qorxur. Və o üçün də şükürlər olsun ki, hələlik biz də edam hökmü almayıq və almayacaq da inşallah. Hər bir hərəkətdən çox İran rejimi arzusudur milli hərəkətə edam hökmü versin. Amma hələlik verə bilmir. Amma bu edam hökmü verməmək o demək deyil ki, milli fəalların həsf fiziki eləmək projesini dayandırıbdır. Xeyr. Sayılara baxdığımızda bizim də o birisi hərəkətlərdən rəqəmlərimiz, ambarlarımız yoxdur. Amma milli hərəkətdə şübhəli ölümlərə gəldiyimizdə görürük ki, bəlkə bunların sayısı o qətl zənciri deyildi farslara qarşı. Onların sayısından çoxdur. O zaman 4 dənə Muxtar İbrahimi Puyəndə və başqa neçə nəfərləri deyildi. Ki sonra dedilər, islahatçılar gəldilər, dedilər, olan sayılar təxmin 4-5 nəfər dəyərdi, onlardan çox oldu. Amma milli hərəkətlə bağlı 40 nəfərə yaxın bizim şəhid olan və şübhəli ölümlərə məruz qalanımız vardır. Sadəcə bunlar, yəni 10 il, 15 ilin söhbətidir özdə. Ondan öncəkilər hələ əlimizdə yoxdur, bilmirik, sənədləşdirilməyibdir. Amma 10-15 ilin ərzində olan hadisələrə baxdığımızda görürük ki, biz bu qədər şübhəli ölümlərə məruz qalan birisiyik və bunlar da hələ təzə əlimizdə gəlib çatanlar var. Kəsinliklə çox-çox ayrı fəallar da vardılar ki, həsf olublar və xəbərləri bizə çatmayıbdır, bilmirik və sənədlərdə yer verilməyibdir. Neçə il öncə bir araşdırma aparıldı, təxminən 4 il, 5 il öncə Azov tərəfindən ki, bu araşdırma fərqli səbəblərdən, bəzi səbəblərdən dolayı paylaşılmadı. Gerçi YouTube-da linki vardır. 21 Azər ilə bağlı olan konferansların birisi Göteborgda keçiriləndə onda
nacizanə fikirlərimi sunub və onun qırağında bu konfransı, yəni bu bölümə toxunub və bir 30 dəqiqəlik bir danışıq var, YouTube-da var. Dəyərli yoldaşlar istəyib orada izləyə bilərlər. O qərar ətraflı paylaşılsın, yəni o qədər paylaşıldı, amma hər halda əsas məsələ budur. Bizim şübhəli ölümlərə gəldiyimizdə 10 il, 15 il bundan öncə daha çox bu bazəni nəzərdə aldığımızda, bu periodu nəzərdə aldığımızda görürük ki, elə bir olaylara şahidik, gerçəkdən insan şaşır və qalır buna ki, axı və bu qədər şübhəli ölümlərə məruz qalan, bu qədər açıq şübhəli ölümlərə məruz qalan hərəkət nə üçün indiyə qədər bunları gündəmə gətirməyibdir? Bir dənə o zaman Kanadalı bir xanım gəldi İranda, Xatəmi zamanında zindanda istintaq ərəfəsində öldürüldü. Baxın görün onun üstündə xanım Zəhra Kazıməyə səhv etməsəm. Kanada ilə nə qədər boğuşmalar oldu, nə qədər bol rəsanəyə elədilər Farsa pozisyonu. Ya elə bu rəhmətli Səttar Behişti cənablar dünyasını dəyişdirdi, elə istintaq ərəfəsində. Və onu görün nə qədər bol rəsanə elədilər. Bizdə 40-a yaxın belə bir məsələ var. 40 nəfərə yaxın bizim igid, əziz, böyük, çalışqan fəallarımız var ki, şübhəli ölümlərə məruz qalıblar və biz bunları qeyd etmirik. Gerçəkdən bu acınacaqlı bir durumdur. Misal üçün biz list elədiyimizdə o zaman, indi bu araşdırmanı mən bir bölümün sizə çalışacağım çox az zaman içində sunam ki, mövzunun mahiyyəti əlimizə gəlsin. 10-15 nəfər sırf elə fəqət trafik qəzasında canını əldən verib. Yəni bir trafik qəzaları ki özdə, onun hansı tərəfdən sən baxsan, trafik qəzası adı qoya bilməzsən. Misal üçün, Səndəfşarı bəyimizin ölümünə baxaq, ya nə bilim, sən Əlaəddin Milmasi bəyin ölümünə baxdığımızda bunlar trafik qəzası ilə ölüblər. Hala başda şəhid əmanı gedir. Amma hala məsələn şəhid əmanı dediyi qalır, sonra gedir bimarsında və orada şəhid eləyirlər. Amma bəzi trafik qəzaları da var ki, tərəfi öz maşınında tapıblar və misal üçün bir mövriddə tərəfin başı kəsilidir. O milli fəalımızın başı kəsilib, maşının içində tapıblar və deyiblər ki, bu trafik qəzasında ölübdür. Maşının da hansı tərəfinə baxırsınız, görürsünüz ki, maşın sağ-salimdir. Heç bir trafik qəzasının əsəri yoxdur. Belə-belə sənədlərimiz, belə-belə bir məsələlər ortadadır və biz bunlara toxunmuruq. Mən sırayla qulluqda sunmaq istəyirəm, elə illər və əlimizdə olan deytalar. Ta ki, gedək o birisi qonuya. 77-ci ildə bunların ən başlanğıcı şəhidimiz, bəyimiz, böyüyümüz, Profesor Zehtabi cənabları milli hərəkətin mənəvi atalarından sayılan ki, də hamımız yaxşıdan bilirsiniz, hörmətli bəyimizə xaric səfərindən qayıdandan sonra Almaniyada danışıqları oldu və başqa bir yerlərdə qayıtdıqdan sonra öldürüldülər, şəhid oldular. Səbəb deyildi ki, ürək xəstəliyi var imiş Zehtabi cənablarının və səkdəyə qəlbi eləyibdir. Amma şəkilləri vardır. Gedib internetdə araşdırın və baxın, görürsünüz ki, rəhmətli Zehtabi cənabların boynunda, üzündə, sinəsində bütün hər yer gövərib. Görürsünüz ki, üzünündə hörmətli Zehtabi şəhidimiz, bəyimizin üzündə sınmaq əsərləri vardır. Sinəsində sınıq, yəni dəndələrində sınmaq əsərləri var və qalsın ki, sonra neçə şahid eyni hörmətli Zehtabi bəyimizi dəfn mərasimindən öncə qəssalxanada və orada yəni eyni şahidlər də var ki, zamanında onları açıqlaya bilərlər. Bu oradan başlanır, amma sonra sırayla 1381-ci ildə Ruhullah Dindar bəy öyrənci doktora fiziki oxuyur Həmədan şəhərində və cəsədi tapılır. Deyirlər ki, güya özünü asıbdır və xodkoşu eləyibdir, bir halda ki, kəsinliklə elə bir məsələ yox idi. 1383-cü ildə Mirkazım Musəvi cənabları Tehran-Kərəc yolunda trafik qəzası ilə güya canını əldən veriblər. Yəni bu səbəblər ki, mən deyirəm, bu İran hakimiyyəti tərəfindən sunulan açıqlamalardır. Bir halda ki, belə deyil. Elə həmin aynı ildə Nadir Musazadə bəy Xoy caddəsində trafik qəzasını deyilir ki, canını əldən veribdir. Mehdi Talibi bəy ya təxəllüsü Alpay Zəncanlı bəy ki, Peykanşəhər təhərində, Peykanşəhər caddəsində trafik qəzasına məruz qalır və Babək Nuri Kələybərli igidimiz ki, Əhər yolunda yenə də trafik qəzasına məruz qalır və şübhəli ölümlər
kateqoriyasına yerləşdirilir, amma şəhidimiz olan igidlərimizdir. 1384-cü ildə Səhənd Əfşari bəyimiz 32 yaşında Ərdəbil yolunda təsadüf ilə trafik qəzasına məruz qalırlar. 1385-ci ildə təbii ki, milli qiyamımızın şəhidləridir. İran hakimiyyəti bunların 4-ünü qəbul elədi və dedi ki, 4-ünü mən qəbul edirəm ki, bunlar güllə ilə öldürülüblər. Həman 4 dənəni də sonra gəldi dəbbələdi və ailələrin məhkum elədi ki, bizi niyə susluyubsuz? Yalancıl iddialara məhkum eləyib, yəni müttəhəm eləyib və ailələri belə hökmlətdirdi. Cəlil bəy Abidi ki, başına güllə vurulurdu, Dilekt, Muhammed Əli Cənnətniyə 65 yaşında, Eyvəz Səyyahi, Əskər Qasimi, Fərzad Əsədpur ki, hörmətli Fərzad Əsədpur misal üçün başına yəni güllə vasitəsilə ölübdür. Amma dəfn mərasimində İran hakimiyyəti tərəfindən belə yayılırdı ki, hamamdaymış, hamamda ayağı zübür, yıxılır, başı dəyər yerə və hətta tərhim mərasiminə də icazə vermədilər. Himmət bəy İsmizadə, Hüseyn Fətihpur cənabları 17 yaşında igid gəncimiz. Məcid bəy Xudayi 30 yaşında ki, misal üçün hörmətli Məcid bəy Xudayi də tutuqlanırlar elamiyyə paylamaq ərəfəsində, əsnasında və 2 aydan sonra cəsədi təhvil verilir. Rəsul bəy Məhərrəmi, Rıza Mir Ağapur Dərvişi, Tohid Azəriyyun bəy, Behzad Səbuhi Nijad bəy ki, Behzad Səbuhi Nijad bəyin cəsədi El-Gölüdə tapılır. El-Gölüyə atmışdılar. 1385-ci ilin şəhidlərindən Səttar bəy Səlimidir. Misal üçün 18 yaşlı igidimiz ki, gerçəkdən misal üçün elə bu Səttar Səlimi bəyin кейsi bütün Fars opozisiyonu deyən keyslərlə bərabərçiliyi var. Səttar Səlimi 18 yaşında gənc 1385-ci ildə tutuqlanır Xurdadın birində. O qədər yəni normal ailə və biraz kasıb ailəyə sahib olduğu üçün bu ailə artıq gedib o yerlərə müraciət eləyəndə sözün keçirə bilmir. 2 həftə çəkir. 2 həftədən sonra ailəsinə Vizarət İttila tərəfindən rəsmi şəkildə açıqlanır ki, bəli, Səttar Səlimi tutuqlanıbdır Xurdadın birində. Bizim əlimizdədir və salimdir də gedin göndərəcəkdir, çıxacaqdır, gələcəkdir. Bir ay ondan sonra ailəsinə çağırış verilir, ailəsi çağırılır Vizarət İttilata və oğullarının cəsədi ailəyə təhvil verilir. Ailə sorduğunda ki, axı Səttar Səlimi deyirdiniz biri Xurdadda tutuqlanıb, axı deyirdiniz bizim əlimizdədir və nətər oldu? İndi balamızın cəsədini bizə təhvil verirsiniz. Vizarət İttilatdan yenə rəsmi bir açıqlama verilir ailəsinə ki, Səttar Səlimi 18 yaşında igid ki, Xurdadın birində aksiyada tutuqlanıbdır. Vizarət İttilat belə deyir ki, bu igid Vizarət İttilatdan qaçır. Yəni deyirlər ki, biz buraxdıq biləsin və bu buraxdığından sonra dərhal qaçır Araza. Arazdan keçmək istəyir Quzey Azərbaycana. O ərəfədə orada suyun içindən keçəndə də bu mərzbanına vurublar, ölüb də. Yəni bu qədər axmaqcasına izahat Vizarət İttilat tərəfindən ailəyə verilir. Davam edir. 1386-cı il Milli Xurdadın milli ilin il dönümündə, yəni milli qiyamın əslində il dönümündə Sina bəy Tariq tutuqlanırlar və Xurdadın birində və canlarını əldən verirlər. Bu dəfə güllə ilə yox, qəmə ilə. Sina bəy Tariq qəmə ilə öldürülür. Səyyarə xanım Rəşidbəri bu il canını əldən verirlər. Və Əkbər bəy Noruzi 53 yaşında bəyimiz yenə Xurdadın birisində tutuqlanır və cənazəsi təhvil verilir. Qara kəndində, Sofyana yaxın bir kəndli Qara kəndində bastırılır. 1387-ci ildə Fərhad bəy Möhsini 25 yaşında igidimiz tutuqlanırlar. Sanırım 1386-cı ya 87-ci bəlkə burada səhv olub, amma hər halda Fərhad bəy Möhsini tutuqlanırlar. Milli qiyamımızın il dönümündə 25 yaşında igidimiz Xurdadın ikisində tutuqlanır. 21 Xurdadda əllərində kələfçə olaraq, əllərində dəsbənd olaraq El-Gölüdə suyun içindən tapılır. Xurdadın ikisində tutuqlanan şəxs 21 Xurdadda əllərində dəsbənd olaraq El-Gölünün içində cəsədi çıxılır.
Elə aynı 1387-ci ildə Əfşin Ürfan Xusruşahı bəyimiz və Qadir Sədiqi bəyimiz və Qulam Rza Əmani şəhid böyüyümüz, əzizimiz, mühəndisimiz iki qardaşı ilə birgə canını əldən verir. Qulam Rza Əmani, misal üçün, bu da ayrı keçişlərdən birisidir. Şəhid Əmani diri idi. Əlarəğmi bu ki 4 saata yaxın yolda, yəni hadisə olur, o qədər də şəhərdən fasiləsi yoxdur ki, Təbrizdən. Ambulans 4 saat çəkir, getsin, yetişsin təsadüfün başına. O maşın ki, o kamyonet idi ki, vurur şəhid Əmani ilə maşınına, o da bəllidir hansı orqana bağlıdır. Sürücüsü də bəllidir. O da heç zaman suçlanmır. Amma bunların hamısına rəğmən bəyimiz diri qalır. Ambulans əli ilə aparılır Təbrizdə xəstəxanaya İmam Rza bimarstanına. Gedir otaq əmələ. Əməliyyata başlanırlar doktorlar. Və oradadır ki, əmniyyəti qüvvələr gəlirlər, doktorlar dışarıya çıxır, əmniyyəti qüvvələr içəridə tək qalırlar. Şəhidimizlə əmniyyət qüvvələr sonra çıxır eşiyə və deyirlər ki, şəhidimiz da canını əldən verdi. Eyni həmən senaryo ki, qabaqda görəcək, şəhidimiz rəhmətli Həsən bəy Dəmirçinin başına gətirdilər. 1388-ci ildə Çəngiz bəy Bəxtavər, böyük mübarizimiz Çəngiz bəy Bəxtavər canını əldən verdilər, şübhəli ölümə məruz qaldılar. Mitra xanım Rizai 24 yaşında xoylu öğrenci və ayrıca Məcid bəy Əmiri ki, öz evində asılı olaraq tapılır. Amma həmən bu asılı olaraq tapılan Məcid bəy Əmiri üzündə vuruşma əsərləri var. Altdakı kəfi, ağzının dişləri, yəni fəkkinin bütün alt dişləri sınıb və bu asılı tapılıbdır. Və həmən bu Məcid bəy Əmiri bir halda ki, təxminən ondan bir ay ondan qabaq böyük bir kitab hazırlayırdı, Qara Qutu adında və bütün sənədləri ki, indiyəcən yığmışdır, fəsadlarla bağlı rejimin əleyhinə olan sənədləri toplar və Qara Qutu adında bir kitabda toplamaq istəyirdi ki, şəhid oldular. 1389-cu ildə Həmid Rza Əbdi bəy Tehranda öğrenci olaraq türkü klassına qoymaqla məşğul olan bəyimiz, Qulam Hüseyn Nasiri Daşbulaq və İbrahim bəy Cəfərzadə böyük mübarizimiz ki, xanımsı Mina Kəhribai xanım və 2 yaşlı ailə uşaqları ilə birgə trafik qəzasına məruz qalıb və canlarını əldən verirlər. İbrahim bəy Cəfərzadə, Mina xanım Kəhribai və ailə qızları həmən gecə bir toya dəvətli idilər, videosu vardır YouTube-da. Həmən toyda böyük mübarizimiz İbrahim bəy Cəfərzadə çox kəskin, çox güclü bir çıxışı olur və artıq deyir ki, milli hərəkət ortaya çıxmalıdır, milli fəallar xiyabanlara çıxmalıdırlar. Və həmən danışıqdan sonra evə döndüyündə hörmətli böyük mübariz ailə belə deyək, üçü də trafik qəzasına məruz qalıb canlarını əldən verirlər. Və 1390-cı il Ələddin Milmasi 60 yaşında böyük tanınmış yazar. 1391-ci ildə Nasir bəy Xanzadə ki, onun güzarışları özəlliklə Azov tərəfindən nəzərə alıb və böyük bir proje kimi qabağa aparıb sonuca çatdırdığını internetdə baxa bilərsiniz. Sonralar Dayış bəy Təbbaxi cənabları bunların içində idilər. Yəni bu şübhəli ölümlərin listəsinə daxil olub yerləşirlər. Şübhəli ölümlər bəhsini bitirib, yekunlaşdırıb, bundan bir sonuc çıxarıb və bu sonucla yola davam etməkdə bir şəxsin ölümünə toxunmaq gərəkir. Ki, zamanında yaşayışı ilə milli hərəkətin atası oldu, ölümü ilə də belə çox böyük bir dərs verdi hamımıza. Həsən bəy Dəmirçinin İran rejimi əli ilə öldürülüb şəhadətə çatması bir çox şəxsə aydındır. Həsən bəy bimaristana getdiyindən bir neçə zaman sonra bu məsələ haqqında birinci şəxslər olaraq, bəlkə birinci təşkilat, birinci qrup olaraq reaksiyamızı verdik və bildiri yaydıq, ardını tutduq, arxasında varıq, olacağıq da. Son nəfəsimizə qədər bunun altını cızaraq deyəcəyik ki, Həsən bəyi şəhid etdilər. Bu haqda çox
məlumatlar vardır, çox böyük sənədlər, ətraflı izahatlar vardır ki, buna gedib sitələrdən, özəlliklə Azov sitəsindən baxıb və həm dinləyə bilərsiniz, həm izləyə bilərsiniz və həm oxuya bilərsiniz. 1 ilə yaxındır bu güzarişlər hazırlanır. Həsən bəy 3 dəfə İran rejimi Ali Nəsəb Bimaristanda öldürməyə cəhd etdi. Birincisi 29 Ordibehişdə, ikincisi 11 Xurdadda və nəhayətdə də ki Tirdə 3-cü dəfə müvəffəq oldu. Başara bildi Həsən bəyi cismin milli hərəkətdən alsın, gərçi ruhu hamımızın ürəyində yaşayır. Orada ətraflı izahat verilir. Özəlliklə misal üçün deyirəm, elə o qədər uzatmaq istəmirəm bəlkə 11 Xurdadda siz təsəvvür edin ki, Həsən bəy bir dəfə ondan öncə Həsən bəy öldürməyə qəsd elədilər Bimaristanda. Həsən bəy amma milli hərəkətin təpkisindən dolayı dalı oturdu İran rejimi. Həsən bəy özünü toparlaya bildi. 11 Xurdad nahar çağı Həsən bəyin ailəsi, əziz dəyərli bəyimiz Babək bəy və başqa yoldaşlar Həsən bəylə görüşə gedirlər. Nahar çağı 11 Xurdad. Həsən bəyin huşyarı zərbi 15-dən 12-dir. Və Həsən bəy artıq bu suallara ki, Həsən bəy bizi tanıyırsan, tanımırsan, bunlara gözü ilə cavab verir, əllərini tərpədir, əlləri ilə cavab verir. Həsən bəyin zərib huşyarısı 15-dən 12-dir. 15-dən 12 zərib mənisi budur. Pezeşki və tibb sahəsində olanlar bunu yaxşı bilirlər. Bir nəfərin əgər zərib huşyarısı 11-dən yuxarı olsa, demirəm 12 ki, Həsən bəyinki idi. 11-dən yuxarı olsa belə, tibb belə cavab verir. Bu şəxsin diri qalmaq ehtimalı 95%-dir. Həsən bəyin zərib huşyarısı 12-dir. 95% tibbin verdiyi rəqəmə dayalı diri qalmaq ehtimalı var. Doktorlarının verdiyi cavab budur. Həsən bəy artıq belə gedirsə, bir həftə iş çəkməz ki, duracaq ayaq üstə, özü gedəcəkdir Bimaristanda işi. Ailəsi ilə və yoldaşları ilə görüşündə də ki, elə Həsən bəy tamamilə cavab verir. Bəli, tanıyıram, huşyarısı yerində. Və Həsən bəy nahar çağı bu vəziyyətdə olur. Axşam çağı amma indi ailəsi gedir və o arada bir boşluq yaranır. Fürsət yenə düşür İran məmurlarının əlinə. Axşam çağı gecəyə doğru gedən saatlarda Həsən bəyin ailəsinə bu xəbər verilir ki, o Həsən bəy ki, siz sağ-salim gerçəkdən demək olar sağ-salim. Yəni nahar çağı o durumda olan Həsən bəy axşam çağısı ailəsinə xəbər verilir ki, Həsən bəyin huşyarısı 12-dən yenib 3-ə. Ölüm həddində. Həsən bəyin ürək kulliyələri 2 kulliyəsi də birdən işdən düşüb. Həsən bəyin mədəsində də qanama var. Artıq səhər çağda Həsən bəyi dializə aparırlar. Hələ də hələdir ailəsinə və milli hərəkətin fəallarına cavab verilməyibdir. Və bir illə keçib də üstündən, o döktürlər tərəfindən ki, necə ola bilər? Yaxşı bir səbəb olmalıdır da, bir şəxs durduq yerdə tamam, huşyarısı yendi. Necə ola bilər bir şəxs? Huşyarısı 13-dən yenə 3-ə. Bir kulliyəsi yox, 2 kulliyəsi işdən düşə. Hələ ona da yetmir, mədəsində də qanama keçirilir. Bir şəxs ki, serum alır, mədəsində qanama keçirilir və bunların hamısı 2-3 saatin içində olur. Bunun çox böyük bir oxşarlığı vardır Seyyid Əhməd Xümeyninin ölümü ilə. Seyyid Əhməd Xümeyninin də ölümündə ki, sonralar Səid İmami etiraf elədi və o etirafların İmadəddin Baqi götürüb paylaşdırdı, rəsanəyə elədi. Səid İmami deyir ki, Seyyid Əhməd Xümeyni biz öldürəndə araşdırdıq, gördük Seyyid Əhməd bir dənə həbb atır, bir dənə dava kullanır. Biz də gəldik eyni davanı, eyni qutuda düzəltdik, ancaq onun yerinə, davasının yerinə zəhər verdik. Yəni qiyafə ki davada var idi. Eyni Seyyid Əhməd Xümeyni atdığı dava idi. Amma onun içini biz zəhərləmişdik. Ailəsi də belə deyir Seyyid Əhməd Xümeyni. Siz özünüz Həsən bəyin durumu ilə tutuşdurun ki, Seyyid Əhməd Xümeyni çox normal şəraitdə idi, gecə idi. Bu həbbi atdı və sonra bunun durumu belə oldu. Seyyid Əhməd Xümeyninin deyirlər durumu belə oldu. O 2-3 saat həbbi atandan sonra 2 kulliyəsi işdən düşür, mədə qanaması keçirir və kəbidi işdən düşür və komaya gedir. Zəribi huşyarısı yenir 3-ə 4-ə. Eyni Həsən bəyin başına gələn olay. Həsən bəyin haqqında
hələ də ailəsi tərəfindən deyilibdir ki, bizə Həsən bəyin pezeşki raporunu verin və hələ də verilməyibdir. Döktürlər belə cavab verirdi. O zaman hələ də cavab verirlər belə ki, o pezeşki pərvəndənin içində bəzi məhrəmanə məsələlər vardır ki, o məhrəmanə məsələləri siz gedib Vizarət İttilatdan soruşa bilərsiniz. Və bundan sanmıram açıq bir şəxs deyə bilər ki, Həsən bəy milli hərəkətin mənəvi atası sayılan İran rejimi əli ilə öldürülübdür. Həsən bəyin şəhid olmaq konusunda çox danışmaq istəmirəm. Artıq şübhəli ölümlər bəhsi də bitirib sonu uzalıb qabağa getmək istəyirəm. Bunların hamısını dedik buraya çataq. Bu qədər böyük təzyiqlər var əleyhimizə. Bu qədər böyük olaylar vardır. Amma nə üçün milli hərəkat bunları indiyə qədər gündəmə gətirməyibdir? Səbəblər sayıla bilir. Araşdırmalar oluna bilir, konferanslar keçilə bilir bu haqda. Amma başda bir səbəb vardır. Özgüvənsizlik. Hər birinizdən sual soruşun. Özümdən sual soruşuram. Hər bir kəsdən də sual soruşsaz, desəz misal üçün deyirəm, Həsən bəyi şəhid ediblər. Birinci təpki budur. Elə bir zad ola bilməz. Birinci təpki belə olur. Deyəndə ki, xop, belə bir sənədlər var axı. İkinci təpki gəlir. Hə, xop, ola da bilər. Bəli, ciddi bilmirəm də, elə araşdırıq. Özgüvənsizlik özünü göstərir. Bundan qorxmaq ki, yox, biz o qədər dəyirik axı bizim əleyhimizə İran rejimi belə eləyir. Ya yox, bizim əleyhimizə İran rejimi belə eləyə bilər, amma axı bizim əlimizdə sənəd yoxdur. Yoldaşların bir neçəsi ilə biz artıq bir ilə yaxındır bir məsələni qaldırıb qabağa aparmışıq. Bəzən insanlar gəlib soruşurlar, axı sizin sənədiniz var. Sanki İran rejimi öldürəndən sonra hər kəs öldürür, bir dənə də gəl kağız imzalayır, əlimizə verər ki, hə, mən bu şəxsi öldürdüm. Sənəd nə mənə sənəd istəyirik? İran rejimindən sənəd axtaracaq ki, İran rejimi gəldi, Həsən bəyi öldürdü. Aya Fars opozisyonu, aya Kürd opozisyonu, aya Ərəb, elə o birisi opozisyonlar, onlar gəlib öz şübhəli ölümlərinə belə yanaşırlar. Məsələ bəlkə pis ola, pişik asqırır, bir milli bir fəalları ölür, gəlirlər, onu o qədər bold eləyirlər. Heç bir də kəs də gəlib soruşmur bilələrindən ki, siz axı buna sənədiniz vardı, buna bildiniz, heç kəs araşdırmır. Niyə? Çünki o xəbəri yayan o qədər özgüvənlə o xəbəri yayır ki, heç kəs beyninə gəlmir, hətta onu sorğu-suala çəksin. Və bu bizim ən başda gedən gücsüzlüklərimizdən birisidir. Özgüvənsizlik. Qabaqçı konferansda da bu məsələyə toxunuldu. İndi ayrı zaviyyədən və bunun necə bizə fərqli sahələrdə zərər vura biləcəyini istəyirəm. Siz əzizlərlə bir balaca paylaşam. Özgüvənsizlik çox gözəl burada özünü göstərir. Hələ çəkinirik deyə bizim şəhidimiz var. Elə deyirik, mərgi məşkuk, öldü, rəhmətlik. Hələ də çəkinirik biz deyək, şəhidimiz var. Bir halda ki, şəhidimiz var, hamıdan çox şəhidimiz var, hamıdan çox zülmə məruz qalan birisiyik. Bu xudsansori işi gəlir, sadəcə özgüvənsizlikdəndir. Və bu gün toxunacağım son bəhs, əsas məqsəd budur. Bunların hamısı deyildi ki, gələ buraya çata. Özgüvənsizlik, baxın, bir nümunəsi buydu ki, bu qədər şübhəli ölümlərə məruz qalan bir hərəkət gəlib bunu yaymır. Amma özgüvənsizliyin təht zərəri bu deyir. Düşmənlə qarşı mübarizədə 4 dənə faktor olmalıdır. Yoluna imanın olmalıdır və o yoluna imanından dolayı özgüvən yaranır insanda. Ondan sonra sənin təchizatın olmalıdır. Vəsaitin olmalıdır. Ondan sonra sən taktik və stratejilərini doğru seçməlisən. Bu üçü olandan şərait, coğrafiyayı deyilə bilər, mühiti şərait deyilə bilər. Bunların hamısı, yəni bu 4 faktor yerləşəndə bir yerə və bu 4 faktoru sən eləyə bilsən, sağlayasan, sən düşmənə qələbə gətirə bilərsən. Təbii olaraq da düşmənin səninlə mübarizə elədiyində çalışacaq ki, bu 4 faktoru səndən alsın. İran rejimini biz düşmən kimi görürük özümüzdə, çünki düşmanımızdır da zaten. İran rejimi də bizi özünə düşman bilir və bizim əleyhimizə çalışmağı özünə vəzifə bilib. İran rejimi də təbii bizə düşmən olaraq başlayır bu 4 dənəni bizdən almağa. Gəlir şərait-i mühitini dəyişdirirlər. Təxti İran rejimi deyir. Misal üçün İran rejimi gəlir bizə qarşı verilən şüarlardan birisidir. Amandır, baxın, bunlar fəaliyyət eləsələr İran olacaq
Suriyə, Yəmən, Əraq, nə bilim bunlara çevriləcəkdir. Ayrıca gəlir Türkiyəyə yaxınlaşır İran rejimi, Türkiyəni öz yanına çəkir. Bizim bu tərəf sınırlarımızı əlimizdən alır. Sonra gəlir Azərbaycana, İslamçılıq məsələsi, Nardaran və bunları sarı ortaya Azərbaycanı bizdən qopardır, Azərbaycan sınırını əlimizdən alır. Şərait mühitimizi dəyişdirir, məntəqəmizi alır əlimizdən. Farslar gəlirlər, pozisyon olsa İran içində çalışanlar, usulgərlər gəlirlər, bir söyləm atırlar şəraiti mühitimizi dəyişdirməyə ki, hə, elə ağa özü tühdür, müsəlmançılığın ənkəsidir, müsəlmanların ənkəsidir və müsəlmançılıqla bağlayırlar türkçılığı bir-birinə, özlərini cəzb eləmək istəyirlər. İslah tələblər gəlirlər demokrasi ilə və demokratik, yəni demokrasi adı altında islah tələblər gəlirlər, islahçılığı gücləndirməyə çalışırlar, şəraitimizi dəyişdirirlər. Ayrıca opozisyon olaraq Amerikaya yaxınlaşırlar, süper gücləri yanlarına çəkmək istəyirlər. Kürdlərə gəldiyimizdə demoqrafi, mühacirətlə bağlı eyləmlər sərgiləyirlər, gəlirlər Batı Azərbaycanın cəmiyyəti verirlər, tərkibi cəmiyyətisinin təğyiri verirlər və ayrıca yenə də süper güclərə, İsrailə və Amerikaya yaxınlaşırlar. Düşmanlarımız bu şəraiti bizim əleyhimizə, yəni şəraiti məntəqəyi mühitini əleyhimizə çevirməyə çalışırlar. Ancaq bilirlər bu yetərli deyil. Gəlirlər təchizatı da əlimizdən almaq istəyirlər. İran rejimi misal olaraq gəlir. Bizim təchizat dediyimizdə təbii səsimizi dünyaya çatdırmaq ən başda gedən lazım olan təchizatlardandır. Çağımıza baxdığımızda. Bunun içində media var və İran içində olan duvar yazmalardan tutun. O şəkildə təchizatlanmaq. Dışarıya gəldiyimizdə də lobiçilik və başqa formatda hamısı olur səsimizi yaymaq. Bu bizim təchizatımızda halükarda, feili halda elə deyək. Və İran rejimi misal olaraq gəlir bunun qarşısını filtringlə almaq istəyir. Nümunələrdən birisi. Təchizatı əlimizdən almaq istəyir. Fars opozisyonu, elə Kürd opozisyonu da onunla birgə, onlar da gəlirlər bizim xəbərlərimizi, eyləmlərimizi boykot edirlər. Xəbərlərimizi yaymaq istəmirlər. Beləliklə təchizatı əlimizdən almaq istəyirlər. Ayrıca zaman-zaman hətta xəbərlərimizi belə təhrif edirlər Fars opozisyonu. Və hamısı birlikdə onlar televizyon, sitə filanları var. Zaman-zaman əleyhimizə çalışırlar. Zaman-zaman bizi inhisar rəsaneylərinə məruz qoymaq istəyirlər. Təchizatı əlimizdən alırlar. Amma yenə də bilirlər ki, həm təchizatı almaq, həm şəraitin məntəqəyini hətta əleyhimizə çevirmək də səbəb ola bilməz. Milli hərəkət davam etməsi. Milli hərəkət sonuca varması. Niyə? Çünki əsl və birinci məsələ yoluna inamı olan fəaliyyətdir. Yoluna inanan fəallar olursa, onlar özgüvənlərini sağlaya bilirsə, doğru taştiş seçəcəklər. Az olsalar belə, bu doğru taştişləri uyguladıktan sonra, hətta bunların əlindən biz təchizatı bəzi zamanlar almağa çalışsaq da, hətta şəraiti məntəqəyini əleyhlərinə çevirsək belə, yenə də nəhayətdə bunlar sonuca vara bilərlər. Ən azından səsləri heç zaman batmayacaqdır. Örnəklər də vardır. Misal üçün biz Filistin məsələsini ortaya qoya bilərik. Gerçi onlarda təchizat var, elə İran özü maliyyələşdirir. Amma o zaman da olubdur ki, maliyyələşməyibdir. Və şəraiti məntəqədə əleyhlərinə olubdur. Təchizatları da olmayıbdır. Amma üçün inamları olubdur. Amma üçün fəalları, öz güvənləri olubdur. Eləyə biliblər. Səslərini ən azı duydursunlar. Milli hərəkətdə eyni budur. Bizdən təchizat alınırsa hətta, bizə şəraitimiz məntəqədə əleyhimizə olsa da, amma yolumuza inanıb, fəaliyyət edib, öz güvənimiz olub, doğru taşkişlər seçsək, yenə də hamıya, yenə də düşmanlarımıza qan utdura bilərik. Bunu bildikləri üçün ən əsas məsələlərin qoyublar bu özgüvəni almaq və inamı bizdə itirməyə. Yaxşı bilirlər ki, biz, yəni milli hərəkət, elə indi də görürsünüz, az olsa da, gücsüz olsa bəzən də, amma yerində çox da güclü olaraq özünə media tərif edir, medialardan yola çıxır. Elə burada olan bu dəyərli qrup birisi. Sitələri zamanında gücsüz olur, amma getdikcə güclənir. Bütün boykotlara rəğmən, bütün əleyhimizə olan şəraitə rəğmən. Bu dəqiqən onu göstərməkdir. Düşmanlarımıza bu siqnalı verməkdir ki, bunları təchizat almaqla, şəraitdən qolaylatmaqla, çətinlətməklə bunlar susmurlar. Bunları gələ içdən zərbə vuraq. İnamların əllərindən alaq. O inamları əllərindən alınandan sonra
təbii olaraq bunlar özgüvənləri də olmayacaqdır. Özgüvən və ondan qat-qat önəmlisi yola inanmağın kənarından çox rahat keçməyi, bu təkrarlamaq vacibdir. Təsəvvür eləyin, klassik savaşları iki ordu bir-birinin qarşısında səhv bağlayıblar. Elə indi əlan top tüfəngləri təsəvvür edin. Gəlin hətta məsələn 100 il, 200 il bundan öncələri təsəvvür edin. İki dənə ərtişlər bir-birinin önündə səhv çəkiblər, səhv bağlayıblar qılınclarla. O savaşın qazananı o ərtiş olacaqdır ki, doğrudur təchizat yerində, şərait yerində. Amma o savaşı qazanmaq, başda getmək şərti o savaşçıların öz yollarına inanmaqdan keçir. Əgər bir savaşçı yoluna inanmasa, o deməkdir ki, savaşın ortasında qaçıb gedə bilər. Savaş meydanını tərk edə bilər. Amma bir savaşçı savaşına inanırsa, yoluna inanırsa, o yolda canını da verər. Meydanı tərk etməz. Bəs əsas yola inanmaq. O yola inanmaq səbəb olur ki, sənin özgüvənin olur. Dünyada klassik savaşlar keçmiş öncələri təsəvvür edin. Nə bilim, İmam Hüseynindən gəlin yetişin və himasələrə baxın da bir kişi 100 kişiyə hərif oldu, bir nəfər 50 nəfər öldürdü. Hamısında axtarsaz bir dənə böyük özgüvən görə bilərsiniz o şəxsdə. Yoluna inandığı üçün özgüvəni var. Ya öldürəcəyəm, ya da ölürsəm vətənim uğrunda, o düşüncəmin, ideolojimin uğrunda ölən birisiyəm, şəhid sayılıram. Və o özgüvənlə dolayı görürsünüz, bir adi şəxsin görə biləcək işinin 10 qatın, 100 qatın əncam verir. Bu ikisi olan, bir yerdə olandan sonra o ərtişi yönəticiləri, o ərtişidə olanlar eləyə bilirlər doğru taktiklər seçsinlər. Yəni sənin özgüvənin olursa və yolundan inanırsa, hətta belə 100 nəfər olsa, qarşında 1000 nəfər olsa, deyə bilirsən ki, mən bu 100 nəfəri eləyə bilərəm. Doğru seçənəklər, doğru yollarla 1000 nəfər eləyəm. Buradadır ki, özgüvən və yola inanmağın önəmi ortaya çıxılır. Biz milli hərəkət olaraq doğru yerlərə, doğru seçimlərimiz olmaq üçün, doğru seçənəkləri seçmək üçün, doğru taktikləri kullanmaq üçün öz güvənimizi sağlayıb, ondan daha önəmlisi yolumuza inamımızı saxlamalıyıq. Bu ikisini əldən verirsəksə, taktiklərimizi də doğru seçə bilməyəcəyik. Qorxaq olacağıq. Zaman-zaman münfəil olacağıq. Zaman-zaman evdə oturub mən çox fəaliyyət edirəm deyəcəyik. Ki, milli hərəkətdə bəzən rişələri və rəcələri görsənir. Uzun sözün qısası, bunların hamısını İran rejimi bildiği üçün gəlir birincisi, ən əsas məsələ saydım xidmətçisə, şəraiti mühitini dəyişdirdi, təchizatı əlimizdən almağa çalışdı, amma görür ki, olmur. Gəlir etimad benəfsimizi əldən almaq istəyir. Bu etimad benəfsi əldən almağa klassik yolla başlar. Şah zamanının daməsi. Bu ki, ümumi təhqir eləyəcəyəm. Türkiyə xər. Bir dənə də qaçaq yolu qoyacağım. Azəriçilik. Yəni, millətdən özgüvənini alıram. Bir özgüvəni ki, onun yerini heç zat doldura bilməz. Mən kimliyimi alırım. Mən türk doğuluram. Mənə deyir türklük, yəni sifihlik. Mənim heç bir zaman da bu boşluğum doluna bilməz. O özgüvəni alınır millətdən. Yerinə də bir dənə qondarma özgüvən verir. Ki, heç zaman, yəni o içəri boş qalmasın. Çünki əgər bir şəxsdən o varlığını alırsan, onun yerini doldurmursan, o şəxs nəhayətdə axtarıb bir varlıq onun yerinə qoyacaqdır. Əgər bir şəxsi assimilə elirsən, yəni assimilə eləməyə çalışırsan, o türklüğün onun əlindən alırsan, amma yerinə farsçılıq ya azəriçiliği qoymazsan, o zaman o şəxs hətta ehtimalı var, təkrar dönsün türkçülüğünə. Və bunu bildiği üçün İran rejimi gəlir bir tərəfdən çox ağır təhqirlərə məruz qoyur türkü və yerinə deyir, baxın, siz türk dəyirsiniz ki, siz düzdür, türk doğulubsuz, ata-anayız türkdür, amma əl çəkin, türklük sefehlikdir, türk sefeh bir mövcuddur. Deyirsiniz, ata-anayızı boş verin, özünüz türk doğulubsuz da neysə də əldən çıxıb da, biləxər işli olan olubdur, heç zaman fars ola bilməzsiniz, amma cəhənnəmə zürüddərə, gəlin siz azəri olun. Baxın, bu təhqir-i ümumiyyəl vurur. Bunu zaman-zaman apardı. Özəlliklə şah zamanı. İran rejimi də bunu davam etdirməyə çalışdı, amma bu yerimədi. Millət günü-gündən artıq kimliyinə tanış oldu. Niyə? Çünki milli hərəkətin öncülləri zamanında 30 il, 40 il bundan öncə o igidlərin, o böyük liderlərimizin sinində can alıb
dirçələnən milli hərəkat, Professor Zehtabi, heyət cənabları və s. Onların çiynində milli hərəkat güclənib qabağa getsin. Onlar yollarına inanırdılar. Artıq İran rejimi görür ki, yox da bu təhqir ümumi cavab vermir. Gəlir ayrı bir metod izafə elətdirir o təhqir ümumiyə. Onun kənarında gəlir milli fəalları tutuqlayır. Və bu tutuqlamadan sonra əlinə gəldiyi bütün gücün vurur, əlində olan bütün imkanları kullanır ki, o tutuqlamaların xəbəri paylaşılmasın. Və bu yolda Kürt opozisiyonu və Fars opozisiyonu da buna yardımcı olur. Hədəfi nədir İran rejiminin bu məsələdən? Hədəfi budur ki, o milli fəal ki tutuqlanır, ona bu mesajı versin. Ki, mən milli fəal, millətim üçün çalışdım və tutuqlandım. İşgəncəyə məruz qaldım. İşimdən qovuldum. Ailəmdən uzaq düşdüm. Gəlirim kəsildi. Amma baxıram, görürəm ki, millətdə heç bir təpki yoxdur. Millət mənim heç adımı bilmir. Millət mənə dayaq durmadı. Bu mesajı o milli fəala çatdırmaq istəyir. Nəhayətdə o milli fəal gətirsin, oraya çatdırsın ki, deyə boş ver. Bu millət mənim qədrimi bilmir, bu millət qədir bilməyən bir millətdir və hərəkətdən uzaqlaşsın. İran rejimi bunu çalışır, yəni çalışırdı və indi də çalışır əlbəttə ki, bu atmosferi yaratsın. Yəni milli fəalları tutuqlayır, onların tutuqlamaq xəbərini qoymur heç yerdə paylaşılsın və millət xəbərsiz qala və sonra o milli fəalı munfəil eləyir. Bunu da bir zaman çalışdı milli hərəkətə qarşı İran rejimi. Amma bu da o qədər alınmadı. Çünki həmin milli fəallar ki, İran rejimi düşünürdü munfəil olacaqlar, yollarından dönmədilər. İmanlarını itirmədilər. Həm onlar bu payaları qoydular və bu sözü dedilər və bu sözü içimizdə bir adətə çevirdilər ki, bir nəfər də olsaq belə milli hərəkat diridir. Və artıq İran rejimi də ayrı faza keçmək istədi. Bu fazda şübhəli ölümlər davam etdirilir, qətillər davam etdirilir, ümumi təhqirlər davam etdirilir. Ancaq gəldi bir dənə ayrı siyasət də götürdü. Bu ki, tutuqlamaları hədsiz səviyyəyə qədər çoxaltdı. Hər bir kəs ki, əlinə keçirdi, tutuqladı. Ki, artıq bu milli hərəkətdə olmağın həzinəsini çox çoxaldı. Və gerçəkdən baxsaq görsək son illərdə yəni bizim nə qədər tutuqlananımız var. Biz artıq 10 ilin raporunu hazırladıq, çıxartdıq. Avropa Parlamentına Əhməd Şahidə görüşdən sonra Avropa Parlamentına apardıq, orada konferans verdik. Və Avropa Parlamentında sonra da bu rapor Şuraya Əmniyyətimizin üstündə getdi, Urmuc gölündən bağlı özəlliklə. Hər halda o raporda biz açıqladıq ki, 10 ilin içində hər 33 saat bir milli fəal tutuqlanıb Azərbaycanda. 10 il içində. Artıq İran rejimi bundan istədi bir mesaj verib, bu hərəkətə gəlməyin, bax gəlsə tutuqlanacaqsınız. Və götürdü onun kənarında belə saçma sapan, axmaqcasına, əcibən, qəribən həbs hökmləri, cəzaları kəsdi milli fəallara. 10 il ona, 15 il buna və indi görürük də Kazım bəy Səfabəxş igidimiz bu həbsə 13 ilə məruz qalır. Traktorçuluq üçün. Əmir bəy Səttari 5 ilə. Və hərə bir tərəfdən. Bunların hamısını da bu istəyir satsın İran rejimi ki, milli fəallar, baxın, siz yolunuzda imanınız vardı, bilirəm də, mənə sabit elədiniz, siz yolunuz dönməyəcəksiniz. Amma o qədər həzinəni istəyirəm çoxaldan ki, da axırda deyəsiniz boş ver. Bir tərəfdən bunu istəyir İran rejimi. Amma bir ayrı planı da vardı. Artıq milli hərəkat İran rejiminə sabit elətdirib və İran rejimi bunu yaxşı bilir. Artıq 30-35 il keçibdir. Ki, bu milli hərəkat qorxan bir milli hərəkat deyil. Yəni bu milli hərəkəti baskılara məruz qoymaqla susturmaq ola bilməz. Doğrudur, bu siyasətin davam etdirir, edəcəkdir də. Çünki bir də yol, bu da yolların birisi də. Bir də xərə yəni 5 nəfər də olsa, qorxsa gəlməsə gəlməyibdir. Amma əsas bilir ki, bu şivə ilə milli hərəkəti sustura bilməz. Və o üçün özəlliklə Ruhaninin gəlməsi ərəfəsi ilə indiyə qədər bir ayrı bir yolu da ortaya qoyub. Bu 88-dən başlandı, bir ara gücləndi. Bu deyəcəyim yol sonra azaldı, Ruhani də yenə təzədən gündəmə gəldi. İran rejimi gördü ki, təkcə bir yolu var ki, eləyə bilsin milli hərəkəti dağıda. O da budur, milli hərəkətin kökünə toxuna, milli hərəkətin mahiyyət-i zatısını dəyişdir.
o özgüvən ki deyirdik var. O özgüvənin əsas qaynağı milli hərəkətin millətçilərinin, fəallarının öz yollarına inanmaqdır. O özgüvən buradan qaynaqlanır ki, mən milli fəal özümə deyirəm, mən bilirəm yolum doğrudur. Və çün bilirəm yolum doğrudur. Dünya da əleyhimə olsa, tək bir nəfər mən qalsam belə, yenə də savaşa davam edəcəyəm. Yenə də milli hərəkətin bayrağını yenə qoymayacağam. Bu millətin azadlığı uğrunda savaşacağam. Bu millət yolunda yeri gəlsə öləcəyəm. Bunların hamısı mən nə zaman deyərəm? O zaman ki, biləm yolum doğrudur. Və İran rejimi də tam buna barmaq qoyubdur. Bu inamı bizdən almaq istəyir. Bu inam necə bizdən alına bilər? Bu inamın yerinə ayrı inamı qoymaqla, indiki olan inamımızı pis göstərməklə və onun yerinə gözəl bir don geydirilmiş inamları sunmaqla. Həmin işi ki, Türk və Azəri məsələsində görür. Yəni gəl deyir, Türk pisdir, Azəri xoşdur. Həmin işi bizə görmək istəyir inamımızla. Kulli bəhsimi yekunlaşdırıb buraya gətirmək istəyirdi. Heç fikir eləməyək ki, çox rahatcasına bundan biz qurtula bilərik. Çox ciddi bir məsələdir. Çox ciddi bir məsələdir. Bizim taleyimizi təyin edə bilər. Hətta çünki İran rejiminin son hərbəsidir. İran rejiminin bu son hərbəsini də biz başara bilib dəvə edə bilsək, İran rejiminin bizə qarşı heç bir zadı yoxdur. Ən uzaq başı tutub tutsaq eləməkdir. Zindana düşənlər yaxşı bilirlər ki, misal üçün biz infiradidə bizdə saxlayanı çoxları da bilirlər. İnfiradidə ən yaxşı işgəncələrdən birisi budur ki, insanı fiziki işgəncə eləsinlər. Biz özümüz çox sevinirdik ki, bizi gəlib döyürdülər. Çünki sən fiziki işgəncə olanda daha da içində olan o ruhiyyə-i mübarizən ki var, daha da güclənir. Daha da içində deyirsən, hə, vuruşulan olsun, inandığım üçün dayanacağam, işgəncələrə təhammül edən fizikidir. Amma ruhi-rəvani işgəncəyə gedəndə, çünki sən məlum halətdə apaçıq görə bilmirsən düşmanın ortada. O səni əziyyət eləyir. İran rejimi də aynı siyasəti milli hərəkətdə uygulamaq istəyir. Gəlir milli hərəkəti millətçilikdən uzaqlaşdırmaq istəyir. Bu millətçiliyi alır, yerinə ayrı zatlar qoymaq istəyir. Bu bir gün içində ola bilməz. Bu proses zaman verdi. Balaca dışarı dığıllatmaqlarla başlanır və nəhayətdə Fransızada Fransız qurbağa bişirmək kimi bir zaman görürsən ki, pişibsən. Fransız modelində qurbağanı atırlar suya və suyu yavaş-yavaş qızışdırırlar. Qurbağa xünsərtdir. Yəni bədəninin dəması o mühiti ilə tənzim olunur, belə deyək sadəsi. Bu qurbağa suda olan zaman su soyuqdur, özünü ondan tənzim eləməyə başlayır. Suyu qızışdırırlar, qurbağa bilmir. Çünki bədəni avtomatik başlayır o su ilə dəması yuxarıya getməyə və təhlükədən xəbəri yoxdur. Nəhayət bu suyu qızdırırlar və bir zaman qurbağa ölür. Xəbəri olmadan o mərhələni aşır, ölür. Milli hərəkət də elədir. Bir gün içində gəlib demək olmaz ki, milli hərəkət, bax, millətçilik pisdir, yerinə gəl bu ayrı söyləmi götür. Bu zamanbər bir zatdır ki, 88-dən başlandı. 88 dövrünə baxdığımızda görürük ki, birdən-birə milli hərəkəti adını bir balaca dəyişdirməklər başlandı. Milli hərəkət oldu Milli Demokratik Hərəkət. Sonlar, özəlliklə çağımıza, yəni son illərimizə gəldiyimizdə mədəni kəlmənin əcib şəraitdə, belə əcib qərib halətdə kullanılması və fəal milli yerin fəal milli mədəniyə verməsidir. Kəlmələr çox önəm daşıyır. Kənarından heç rahat keçirməlisin. Ola bilər bəzi yoldaşlar düşünürlər ki, xoş indi addır da, dedik da, yəni nə olar ki, məsələn, milli hərəkət deməyək, milli demokratik hərəkət deyək. Ya milli fəal deməyək, mədəni fəal deyək. Ya məsələn, milli mədəni fəal deyək. Nə olar ki, baba, addır, önəm, məsələn, bunlar deyil. Əz-qəza ən önəmlisi bunlardır. Bizim əsas savaşlarımız milli hərəkət olaraq İran rejimi ilə əsas savaşlarımızdan birisi dəqiqən bu kəlmələr üstündə. Bizim coğrafiyayı adlarımızı dəyişdirirlər. Əgər kəlmə önəmlidir, onun üstündə niyə deyək bizim coğrafiyayı adlarımızı dəyişdirirsiniz? Bəs kəlmə önəmlidir. Bizim İran üçün, İran əleyhinə, İran rejiminə qarşı mübarizəmizdə ana dilində eğitimdir. Ana dilində mədrəsə.
Bunun farsçası olur təhsil ya tədris B zəbanı madəri. Amma farslar və İran rejimi gəlir deyir, yox. Siz tədris zəbanı madəri istəməlisiniz. Baxın, bir B, sadəcə B hərfi, B kəlməsi nə qədər böyük məniləri dəyişdirir. Ya gedin Xəlicə, indi Xəlici Fars, Xəlici Ərəb bəhsi gündəmlərdə vardır. Görün, baxın, nə qədər önəm daşıyır. Kəlmələr, məfhumlar vardır arxasında. Və bu məfhumlardırlar ki, bu kəlmələrə can verirlər, dəyər verirlər. Bayaq ərz elədim xidmətçisə, zaman oldu, fürsət oldu, biz getdik, görüşdük. Avropa Parlamenında seminar keçirildi. Kürdlər də gəldi, oturdu orada bizim əleyhimizə də danışdılar. Az yerlərdə də gedib çatmadıq. Şəxs olaraq deyirəm, Avropa Parlamenında da yer qalmadı gedib görüşməyə. Bir çox yoldaşla, 3-4 yoldaşla bircə. Bizə bir fəza yaratmışlar ki, aman da siz orada deməyin, ha millətçiyəm. Aman da nasionalizmdən deməyin. Desəz hamı deyəcək, vay bunlar pisdilər, nədirlər. Biz elə ağzımızı açıb deyəndə soruşdular ki, siz hardan gəlirsiniz? Elə biz yəni birinci görüşdən dedik, biz South Azerbaycan National Movement-in üyələrindən birisiyik. O adı unvanı altında, o unvan altında çalışanlarıq. Və heç kəs bizə demədi ki, siz niyə deyirsiniz national? Siz niyə deyirsiniz nasionalistsiniz? Hamı çox da belə səmimi qarşıladı və hamı çox da belə alqışladı ki, hə, çox gözəl, siz national movement olduğunuz üçün deməli ki, hamını təmsil etmək istəyirsiniz. Biz də dedik, bəli. Hə, o üçün də pəs elə demokratik bir seçimlərə də inanırsınız. Biz də dedik, bəli. Heç kəs gəlib demədi ki, aman da national deməyin, milli deməyin, milli demokratik deyin. Niyə onu demirlər? Çünki onlar təriflərə bilirlər. Təriflərlə yaşayırlar. Təriflərin nə qədər önəmli olduğunu və saçma təriflərin də fərqində vardırlar. Biz zamanında bunlara təpki verməsək, inanın və əmin olun bu məsələyə ki, zamanı gələcək milli hərəkət süpergüclər tərəfindən çağırılacaq müzakirəyə və mübahisəyə. Bizim o qədər potansiyelimiz vardır ki, İranı bizim əlimizə tapşırsınlar və İranın taleyini biz təyin edək. Ya istiqlalımız, ya federal o qalsın, amma İranın taleyini Güney Azərbaycan Milli Hərəkatı təyin edə bilər. Bizim çox səhvlərimiz vardır ki, bizim düşmənlərimiz hələ onları yaymırlar və o zamanı gözləyirlər. O zamanı gözləyirlər ki, biz o cür tərəf hesab olaq və başlasınlar bizim bu səhvlərimizi üzümüzə çırpmağa və millətin içində yaymağa ki, baxın, misal üçün filan bu qədər iddiaları var, belə deyirlər. 2 dənə siyasi termini düzəməlli işlədə bilmirlər. O zaman nə cavab verəcək? O zamanı indidən bilməliyik. İndidən doğru yolları, doğru terminləri, doğru kəlmələri kullanmalıyıq. Bu listəyə başqa adlar da demək ola bilər. Yəni əlavə elə oluna bilər. Bayaq ərz elədim. Örnək üçün son 1-2 ildə mədəni kəlməsini bir çox yerdə milli fəal ilə birlikdə görməkdəyik. Bəzən hətta milli fəalı da silirik, elə mədəni kəlməsini işlədirik. Mədəni fəal. Sanki milli fəal deyəndə doğru deyilmiş və biz qeyri-mədəni insanlar görünürük. Əlbəttə ki, indiyə qədər bütün milli fəalların çalışmaları normalara əsasən mədəni fəaliyyət kateqorisində yerləşdirilir. Amma bu o demək deyildir ki, biz bunu arac edib, vəsilə qərar verib, milli kəlməsini kölgəyə salaq. Azərbaycan milli fəalları mədəni fəaldırlar. Və Azərbaycan milli hərəkəti mədəni hərəkətdir. Amma bu hərəkətin adı yalnız və yalnız birdir. Azərbaycan milli hərəkəti. O bu milli hərəkət adı unvanında, adı altında çalışanların da bir adları var. Milli fəal. Fəal milli mədəni deyərək və fəal milli deməyi bəzən hətta pis göstərməyə çalışanlar yenə də millətçiliğə və milli düşüncəyə rəqib düşüncə ortaya atırlar. Bu dəfə öncəki dəfələrdən dərs alıblar. Çalışırlar milli fəalları əvvəldə elə 2 yerə bölərlər. Desinlər bir dənə mədəni fəal var, bir dənə mədəni milli fəal var, bir dənə də qeyri-mədəni fəal var. Qeyri-mədəni milli fəallar. Əvvəldə bunu 2 yerə bölürlər və savaşı öz içimizə gətirirlər. Və artıq özümüzdən başlayırıq savaşlamağa. Bir bölümümüz olur əqlani, bir bölümümüz olur radikal, aşırı fəaliyyət edən. Bir bölümünə deyir ki, siz aşırıçılıqla məşğulsunuz. Bir bölümə deyir ki, yox da siz də çox mədəni və yumuşaqsınız. Savaş öz içimizdədir artıq. Düşman qıraqda bizi baxmaqda. Biz öz əlimizlə, öz içimizdə savaş başlamışıq. Mədəni qeyri-mədəniyə bölməklə. Və sonraki addım qeyri-mədəni fəaliyyəti qınayaraq millətçiliği pisləməkdir. Və bunu da görmüşük, görəcəyik də bundan sonra. Unutmamışıq ki, South Azərbaycan İran deyil,
Güney Azərbaycan İran dəfələ qarşı çıxanda heç unutmamışıq nə hadisələr yarandı bəziləri tərəfindən. Ki aman da bunu çıxartmayın, nə oldu, nə oldu. Ona zamanında təpki verilmədi. Analizlər ortaya qoyulmadı. Sonucu gəlib indiyə çatır. Ki hər bir balaca bir fəaliyyətdə aman da hamı axtarır ki, yox, aman da aşırı hərəkət olmasın ha. Bir milli fəalın xəbərində görürsüz ki, siz fəal milli əvəzinə hər tərəfdən mədəni kəlməsi yağılır. Bir cümlədə 5 dəfə mədəni kəlməsini sən görürsən. Amma o milli fəalın o verdiyi əmək və o verdiyi dəyərlərin ki, göstəricisi o milli hərəkət, milli düşüncəyə mənsub olmaqda orada yansımır. Özünüzdən soruşubsuz indiyə qədər xəbərlərdə niyə yazılmır fəal kargəri mədəni? Niyə yazılmır fəal mühit zist mədəni? Niyə yazılmır fəal danışsuyu mədəni? Niyə yazılmır fəal hüquq zənan mədəni? Niyə yazılmır fəal kudekan mədəni? Elə fəqət və fəqət milli hərəkətə gələndə fəqət milli fəaldır ki, yazılır fəal milli mədəni. Niyə heç bir yerdə işlənilmir? Aya misal üçün işçi fəalları qeyri-mədənidirlər? Aya mühitezist fəalları qeyri-mədənidir? Niyə onlara deyilmir misal üçün fəali kargəri mədəni? Çünki çox sadə bir səbəb ortada vardır. Çünki milli hərəkət və bizim düşmənlərimiz olan ki, nə yazıq ki, bəzən hətta işçi fəalları da olur və milli hərəkəti özlərindən düşmən bilən, mən bütün hamını deyirəm. Onların bir dənə hədəfi var. Bilərəkdən bizə mədəni kəlməsini soxuşdurmaq istəyirlər hərəkətimizə ki, o millətçiliği bizdən alsınlar və milli düşüncəni bizdən alsınlar. Əgər bu doğru bir termin olsaydı, yaxşı olsaydı, mütməyin olun bizdən illər boyu qabaq özləri işlədərdilər. Hansı fars opozisyonun rəsanəsində görürsünüz ki, yazılır fəal siyasi mədəni? Hansı Kürt opozisyonunda görürsünüz saytında, televizyonlarında desinlər fəal milli mədəni? Hansı Kürt, hansı ərəb, hansı bəlus, hansı türkmən, hansı Bəngladeş, hansı Madagaskar? Heç bir yerdə bu yoxdur. Sadəcə dünyanın Güney Azərbaycanın milli hərəkatısında vardır. O da düşmənlərimiz əli ilə yox, öz əlimizlə. Yəni düşmən gəlsə adam yanmaz. Ya düşmandır da. Amma düşmən bilərəkdən gətirib bunu salıb öz içimizə. Özümüz məşğuluq. Özümüz öz quyumuzu qazmaq istəyirik. Bunu təkrar vurğulamağa gərəkir. Mədəni kəlməsi ilə və mədəni fəaliyyətdən heç bir kəsin müşkili yoxdur ki. Məsələ, bu mədəni kəlməsinə yanlışcasına bir yanlış tərif verib, o tərifi kullanıb milli hərəkəti çıxmaqdır. Yoxsa milli hərəkət zaten bir mədəni hərəkətdir. Zatından və mahiyyətindən dolayı bir mədəni hərəkətdir. Bu araşdırmalarda indi bəndənin də bir cızma qarası vardı, indi İrəli nəşriyyəsində də dərc olundu və başqa məqalələr dəyərli yoldaşlarımız, ziyalılarımız da ayrı yerlərdə yazıblar. Milli hərəkət gələndə, özəlliklə etno-nasionalizmə gələndə, yəni etnik nasionalizminə gələndə ki, biz onun içindəyik, etnikimiz olaraq zülmə məruz qalırıq və ona təpki göstəririk. Bu təpki olur etnonasionalizm. Və nasionalizmi nəzərdə alanda nasionalisti hərəkətlər, millətçilik təpkisəl olduğu üçün məşruiyyəti onsuz da içində vardır. Çünki sən bir zülmə məruz qalıb, o zülmə cavab olaraq başlayırsan fəaliyyətə. O üçün də nasionalisti hərəkətlər difai məşru deyə bir termin bunların içində var. Biz mədəni hərəkətik. Çün millətçiyik. Çün nasionalisti bir hərəkətik. Mahiyyətimizdən dolayı çün təpkisəlik, bizə olan zülmə qarşı hərəkətdəyik. Bizim işlərimiz mədəni sayılır. Hətta bu işlərimiz mədəni sayılmaq, hətta deyirəm, zaman gəlib bizim difai məşruumuza çatırsa belə, onda da belə hətta mədəniyik. Mən əgər, yəni bu urflar və hüquqi cəzaya da hətta siz baxsaz bunu görürsünüz. Haqqı difai məşru mədəni bir həqdir. Bu şəxsi yaşayışımızda da vardır. Siz bir şəxsi öldürə bilərsiniz. Əgər bilsəz ki, o şəxs sizi öldürür və heç bir məhkəmədə siz suçlu olmursunuz, buraxılırsınız. Əgər sabit eləsəz ki, o şəxs sizi öldürməyə gəlirdi. Milli hərəkətdə bundan qıraqda qalan deyil. Biz mədəni yollardan istifadə edirik. Çünki zaten mədəni hərəkətik. Ehtiyacımız yoxdur gəlib, hər yerdə 5 yerdə yazaq milli mədəni. Milli mədəni yanlışdır. Sən milli dediyində onsuz da mədənisən. Bu fəal milli mədəni deyən
yoldaşların içində bir çox sayğın, əziz, hörmətli, dəyərli milli fəallarımız var. Elə bu qrupda olanların bəlkə də elə çox zaman milli, mədəni fəalı kəlməsini işlədiblər. Bu yoldaşlar bilməyərəkdən bir halda ki, çox səmimicəsinə, çox açıq və gözəl bir niyyətlə milli hərəkətə qatqıda bulunmaq istəyirlər. Amma nə yazıq ki, tam tərsinə böyük bir yanlışlığa yol açırlar. O şəxslər ki, bilərəkdən art niyyət ilə zamanında milli hərəkətə, milli, mədəni kəlməsini soxuşdurdular. Onların beynində yekunlaşdırsaq bu məsəs var idi. Milli düşüncəni bu milli hərəkətdən almalıyıq. Niyə? Çünki milli düşüncə olduğu zaman bu hərəkət hər bir halükarda məşru sayılır. Sən millətçi olduğundan dolayı, əgər sənə qarşı bir silahlı savaş başlanılırsa, sən özündən difa etmək üçün haqqın vardır, silahı əl aparasan və o silahı əl aparmağın mədəni bir eyləm və mədəni bir davranışdır. Bunu dünyanın hər bir köşəsindən müxalif olan vardırsa, götürsün sənədini gətirsin. Qıraqdan durub baxanlar deyilik. Avropa Parlamentindən dəlik deşik qalmadı ki, girib çıxmayaq. Amerikada dəyərli yoldaşlarımız konqresdən, senada gedib baxanlar var. Azərbaycan, Türkiyə və başqa ölkələrdə. Sən haqqı difai məşruun vardır və bu haqqı difai məşru o düşüncələrə və o tərz ideolojilərə verilir və sayılır ki, mahiyyət etibarilə öz binövrələrin və öz əsaslarını və öz çalışma çərçivələrin difa və təpkisəllik üstündə qurublar. Millətçilik və nasionalizm onların birisidir. Mənə zülm olur, o zülmə qarşı üsyana qalxıram. Zülm olmasa, məndə zülmə qarşı da zülm yoxdur ki. Mən də fəaliyyət eləməyəcəyəm. Bu sistem və bu tərz düşüncə ilə ortaya çıxandan sonra sən məşru sayılırsan. Və düşmənlərimiz İran rejimi daxil, Fars opozisyonu daxil, digər bizi istəməyənlər daxil, milli hərəkəti və milli düşüncəni özlərinə rəqib bilən düşüncələr daxil, bu düşüncəni bizim əlimizdən almaq istəyirlər. Direkt ala bilmirlər, gəlirlər buna əvvəl bir ayrı format geydirirlər, milli mədəni deyirlər. Və sonra getdikcə bu milliliği bundan alırlar. Görürsünüz də xəbərlərdə. Artıq da hamı olub fəali mədəni. Vaxtı olursan fəali mədəni də sən milli düşüncəyə mənsubiyyətin yoxdur ki, deyəsən, mən haqqı difai məşruum vardı. O zaman sən sadəcə mədəni fəalsın. Və bu mədəni fəaliyyətdə və istilah rəviş-i müsalimətamiz mübarizə kateqorisində sən çalışmalısan. O kateqoridə misal üçün ərz edirəm, haqqı difai məşruğa gələndə tartışılır bir qonular açılır. Silah əl apara bilərəm, apara bilməyərəm. Əsas bizi oraya aparıb çatdırmaq istəyirlər. Özəlliklə İran rejimi əli ilə bu qonu bizim içimizə atıldığında əsas bu nöqtəyə gətirib çatdırmaq istəyirlər ki, bir zaman əgər bir rejim tərəfindən, təsəvvür edin, rejim tərəfindən gəldi bizim igidlərimiz, artıq indi ağır həbs cəzalarına da aşırlar. Bəlkə bir zaman gəldi bizim igidlərimizi edam eləmək istədi İran rejimi. Bəlkə aksiya keçirildi xiyabanda millətimizə əleyhinə silah aldılar və millətimizi gülləyə bağladılar. Biz nə edəcəyik? Durub baxacağıq. Nə qədər? Nə qədər dözəcək cavanlarımızın ölməsinə? O zaman gələndə sən millətçi olursan əgər, fəal milli sayılırsan əgər, haqqı difai məşruun özlüyündə öz fəaliyyətin içində var. Sən o zaman hər iş görürsən də, heç də səni qınamağa haqqı yoxdur. Çünki difai məşruə əl vurursan. Öz düşüncən əsasında. Və indidən onu sənin əlindən alırsalar və hey sənə deyərlər ki, sən mədəni fəalsan, sən demokratsan, mədəni fəalsan, demokratsan. O zaman sən heç bir təpki verə bilməyəcəksən. Çünki için dolu vəlvələ ilə, qorxu ilə, amandır, mən bu işi eləsəm, birdən mənə deyərlər qeyri-mədəni, ha? Düşmanlarımız İran rejimi deyil ki. Torpaqlarımıza göz tikənlər də vardı, terörist qruplar. Onlar da bunu bizim içimizdə yaqınlaşdırmaq istəyirlər. Niyə? Çünki düşünürlər, bir zaman ola bilər. Girsinlər, misal üçün Sulduza və başqa şəhərlərə silahla istəsinlər millətimizi orada, qırsınlar və torpaq alsınlar. Əgər mən milli fəal olaraq özümü o zaman tanıtdırmasam, milli fəal kimi fəaliyyət eləməsəm, o zaman əli qolu bağlı oturub baxacağam, ən çox böyük işim olacaq, çıxam xiyabanda haray deyəm. Heç onu da eləməyəcəyəm ki. Deyəcəyəm, amandır, belə eləsəm xuşunətamiz rəftar olar. Müsalimətamiz mən mübarizə eləməliyim. Millətin qırıldığı zamandır.
Və o üçün çox-çox təhlükəli bir məqamdır. Çox-çox təhlükəli bir məsələdir bu. Və diqqət eləməliyik və nəzərə almalıyıq. Biz milli mədəni fəal deyirik. Milli mədəni deyə bir mövcud, bir insan, bir şəxs, bir canivər, bir mövcud izində dünyada yoxdur. Qeyri-Cünubi Azərbaycanın milli hərəkəti. Dünyanın heç bir yerində siz hansı dildə araşdırma aparırsınız, aparın, İngilis dilində belə hətta müadili yoxdur. Milli mədəni deyə bir müadil yoxdur. Siz gedib hansı kəslə hansı dildə siz danışarsınız, bunu tərcümə edə bilməzsiniz. Ya mədəni fəal var, sivil aktivist, ya nasionalist var, ya başqa düşüncəyə mənsub olanlar var. Milli mədəni deyə bir zət yoxdur. Və elə bunun özü də ayrı bir sübutdur, bir sənəddir buna ki, nə qədər qondarma bir bəhsi bizim içimizə salmaq istəyirlər. Sözlərimi yekunlaşdırım. Uzun söhbətlər keçirildiyi üçün çox bağışlarsınız, əgər yorucu olmuşdur. Amma bunları demək vacibdir. Sözün yekunu budur. Bizim imanımızı alıb, imanımızı aldıqdan sonra bizə yanlış taktiklər təcviz edib, o yanlış taktiklər nəticəsində təbii yanlış nəticələr də alınacaq və bunların hamısında özgüvənimizi əlimizdən almaq istəyirlər. Özgüvənin əlindən gedəndən sonra sənin təkrardan seçdiyin təşkillər doğru olmayacaqdır. Doğru nəticələr təbii ki, də almayacaqsan və yenə də öz o imaniyyən daha da şəkkin çoxalacaqdır. Bu dairəni bizə yaşatmaq istəyirlər. Artıq milli hərəkəti nə yazıq ki, bəzən elə bir atmosferə gətirib çatdırırlar ki, biz bilmədən görürük ki, bir uzun sürəli difai siyasətlə məşğuluq. Və sadəcə özümüzü qorumaq istəyirik. Bu qorumaq hərəkət olaraq deyirəm. Yəni, təpkisərlik qalsın bir yana, təhacüm yerinə difa edirik. Əhmədinəcadın çox böyük səhvləri, zətləri, əxlaqət filanları qalsın, bir dənə çox böyük, gözəl özəlliyi var idi. Bir şəxslə mübahisə eləyəndə çox yaxşı bilirdi, bəhsi necə qabağa aparsın ki, bəhs ən azından onun zərərinə bitməsin. Sualı sualla cavab verərdi. Yəni, nə mənə sual verdi xəbərniqar, onu sualla cavab verdi. Bu təhacümü bir siyasətdir. Təhacümü bir taşdişdir. Və bunun tam tərsini istəyirlər bizə gətirib milli hərəkətə təzyiq etsinlər. Difai bir düşüncə öz içimizdə ola. Xodsansoriyə əl vuraq. Özgüvənsizliyimizdən dolayı heç bir zadı deməyək və həmlə eləməyə düşünməyək. Həmlə deyəndə təbii top tüfənglə həmlə qəsdim deyildir. Həmlə eləyəndə ayrı bir nümunəsini ərz eləyim xidmətçisi. Zaman-zaman gəlib bəhs atdılar içimizə Sulduz Kürdistandır. Milli hərəkəti dənəmək istədilər və biz yanlışcasına götürdük, dedik Sulduz yox, Azərbaycandır. Yanlışcasına bunu dedik. Bir bədihi bir məsələnin üstündə biz bəhs eləyəndə biz öz mövzeyimizdən yenib qarşımızda olanı yuxarıya gətiririk. Gördülər ki, bizim siyasətimiz yanlışdır, işi daha böyütdülər, gətirdilər Urmiyaya yetişdilər. Yəni dedilər Urmiya Kürdistandır və biz də cavabında götürdük, dedik yox, Urmiya Azərbaycandır. Biz başladıq sabit eləməyə ki, Urmiya Azərbaycandır. Bir bədihi olan məsələni biz başladıq sabit eləməyə. Sanki bir qonaq sənin eviyən gələ və eviyən gələndən sonra deyər ki, bu ev mənimdir. Və sən də onun qabağında iki yolun var. Ya qulağından vurub atasan eşiyə, ya deyəsən ki, ya üç yolun var. Ya qulağından vurub atasan eşiyə, ya deyəsən ki, sənin özün hər nəyin var, onlar mənimdir. Ya da ən səfeh yol, ən pis yol, ən həzinəli yolu seçəsən və deyəsən və başlayırsan sabit eləyəsən ki, yox, bu ev mənimdir. Gedəsən sənədlərini gətirəsən, gedəsən ev qəbaləsini gətirəsən və biz indiyə qədər bu ən yanlış yolu seçmişik. Və o qədər üz veribdir bu hərifimizə olan, rəqibimizə olan Kürt terrorist qruplarına ki, artıq Təbrizi də gəldilər ki, Təbriz bizimdir. Çünki niyə? Çünki görüblər elə hər ana desələr, biz başlayacaq oranı savunaq deyək, yox, elə ora da bizim, ora bizimdir. Bir halda ki, doğru yol ilk başdan, birinci dəfədən ki, deyildi ki, Sulduz Kürdistandır, bizim təpkimiz bu olacaqdı. Sinandaş Azərbaycandır. O zaman ki, birinci deyildi, Urmu Kürdistandır, biz Urmunu bəhs eləmək yerinə deməliydik, Bicar Azərbaycandır, Qurvə Azərbaycandır. O zaman ki, bəhs edədilər, Urmiya bizlərin olacaqdır, Kürdlər deyirəm yəni. Urmiya Kürdlərin olacaq, biz difa etməməliydik ki, Urmiya türklərindir, türklərin olacaq. Əslən o bəhsə girmək lazım deyil. Həmlə etməlisən. Sinandaş, sənəndəc türkündür, türkün qalacaq.
Yəni bizim şüarımız həmişə belə olmuşdur. Özəlliklə bu son 2 ildə duvar yazmalarımız da belə olub neçə yerdə, Təbriz şəhərində, başqa yerlərdə. Və nə yazıq ki, bəzən həcmələrə məruz qalmışıq. Ki, niyə siz bu işi görürsünüz? Amma şüarımız olub bundan sonra 5 bətər eləyəcək. Yeri gəlsə harda görsək yazacaq. Sənəndəz türkündür, türkün qalacaq. Çünki ən doğru siyasət həmlə eləməkdədir. Əgər bir yerdə biri yazdı, Sulduz Kürdistandır, onun doğru cavabı bu deyil ki, yazırsan Sulduz türkündür, Azərbaycandır. Sən düşürsən tərəfin tələsinə. Onun doğru cavabı budur, yazırsan ki, Sənəndəz Azərbaycandır. Hər kəs hərdən yazdı, behtarin cavabı budur. Sənəndəz Azərbaycandır. Bir dənə plakart çıxdı traktorun son oyunlarının birisində. Yoldaşlar əli ilə Təbriz stadionunda. Bu uzun unvanda ki, Sənəndəz, Sinandaş, Qəlbi Azərbaycanız. Siz gedin baxın Facebookda, Azov Facebookunda yayıldı. Həmin paylaşma o əksə nə qədər kürdlərin səhifələrində, Facebook səhifələrində tartışma getdi. Bir-iki nümunəsini hətta biz yaydıq saytımızda və kürd qrupları başlamışlar böyük mübahisələrə ki, baxın, türklər gəldilər, Sənəndəzi almaq istəyirlər, gələk buna cavab verək, vəlvələyə düşmüşdülər. Qorunmaq vəlvələsinə düşmüşdülər. Qoyun biz onları salaq bu duruma. Niyə? Onlar bizi salsınlar difai mövzuya. Amma bu hardan qaynaqlanır? Özgüvənsizlikdən. Uzun sözün qısası. Çıxış yolumuz birincisi yolumuza inanmaq və yolumuzu damarımızda axan qanların belə iliyimizə qədər, sonumuza qədər bunu özümüzə iç eləyib saxlamaq. Biz yolumuz doğrudur, millətçilikdir. O biri inhirafi yollara uymamaq və onların ardıcaq getməmək, yanlışlarımızı görüb onlara islahat gətirmək və doğru təşkilləri seçmək. Ki, elə bir nümunəsi ilə bu kürdləri dedim. Bu qədər propaganda yapırdılar və yapırlar və bizi qorxutmaq istəyirlər ki, amandır, Sulduz əldən getdi, Urmu əldən getdi, əldən getməyib. Oranı biz əlimizlə verməsək, Kürdün gücü yoxdur, gəlsin onlar bizdən alsın. Biz özümüzü özgüvənsizliyə düçar etməsək, millətimizi də qorxutmasaq, heç kəs gəlib oranı bizdən ala bilməz. Nümunəsi nədir? 30 ildə, 35 ildə deyilər Sulduz Kürdistandır. Bir dənə aksiya keçirə biliblər Sulduzda, millət olaraq. Bir dənə. Demirəm şəhərin ortasında, İmam Xiyabanında. Demirəm Sinema Xiyabanında. Demirəm Vərdiş qabağında. Keçsin əslən Kürd məhəlləsində, Kürd küçələrində birində üzlərin belə bağlasınlar, 5 nəfər çıxıb şüar versinlər. Biji Sulduz, Biji Kürdistan. Buna belə cürətləri yoxdur. Çünki bilirlər gücləri yoxdur. Urmu şəhərində 30 ildə deyirlər Urmiya Kürdistandır. Bir eyləmləri olubmu? Odur. 5 gün 10 gün bundan qabaq Durnalar stadionunda himasa yaratdılar Urmulular. Bütün baskılara rağmen getdilər yaşasın Azərbaycan və bütün milli şüarlarımızı səsləndirdilər. Bir dənə də 5 dənə də Kürd gedərdi, 5 dənə səndəl tutardı. Deyərdi Biji Kürdistan. Niyə eləyə bilmirlər? Çünki bilirlər gücləri yoxdur. İt qorxduğu yerə hürər. Və o üçün də savaşı öz içimizdən başlamaq istəyirlər. Bizə salmaq istəyirlər. Bizi propaganda yapıb beynimizdə bunu yeritmək istəyirlər ki, hə, biz gələk difa eləyək. Yəni difada da gəlib diqqət eləsəz, gətirib buraya çatdırırlar ki, ağa, nə sən deyən, nə mən deyən, referendum qoyaq. Çünki görürlər bizdə o potansiyel var. Nə yazıq ki, bəzən iştibahcasına taktiklərimizi yanlış seçək. Bunların hamısını bildiyimizdən sonra bir-iki cümlədə ərz edeyim xidmət sizə. Sonuc, çıxış yolumuz və bunların hamısını desək, gücümüzü bilək, inanımızı itirməyək, yalanlara uymayaq, bilək istədiyimiz zaman istədiyimizi yapa bilərik. Sadəcə terminlərə riayət edib, yanlışları görüb, onlara izahat və düzəliş verməklə. Gələcək yolumuz meydanda olmalıyıq. Çağımız bir çağ deyil ki, davadalaşmağa keçirək, boğuşmağa keçirək. Çağımız o zaman deyil. Sabah İranın taleyi ola bilər dəyişilsin. Bu zamanımızda sadəcə və sadəcə meydanda olmalıyıq. Və hər yoldan qullanmalıyıq. Hər yoldan qullanmalıyıq. Mütənasib o şəraitlə. Stadiona gedirsə, o şərait meydanda olsa, o şərait xiyabana gəlirsə də xiyabanda. Yollardan birisi elə örnək üçün indi əlan Kazım bəy və Əmir bəy.
Səttari cənabları və Səfəbəxş cənablarının bu həbsə məruz qalmaları çox böyük bir dənə potensialdir etiraz etməyə. Haqlı olaraq igidlərimizi savunuruq və ayrıca təkrar millətimizdə bu etiraz ruhunu gücləndiririk. Instagramda bir balaca göz açsaz görərsiniz ki, elə bu 1-2 gün içində nə qədər insanlarımız bu məsələni qaldırıblar. Və bunun özü böyük bir milli ruhun yaranmasına və milli şuurun daha güclənməsinə səbəb olur. Meydanda olmalıyıq. Bunların hamısını yığandadır ki, eləyə bilərik biz, hətta ərz elədim xidmətinizə, süper güclər zamanı gələcəkdir milli hərəkəti, müxatəb tutub və milli hərəkətdən danışsın. Amma bunu da unutmayaq. Süper güc deyirik bəzən dövlətlər. Əsas süper güc və ən əsas güc bizim özümüz və birliyimizdir. Birliyimizi saxlamalıyıq. 1389-cu ildən Azov güc birlikləri şüarını ki, Tehran öyrəncilər tərəfindən verdi. Özünə baş şüar seçdi. Sistemimizdə də görürsünüz, yazırıq. Güc gerçəkdən birlikdədir. Profesor Zeytabi demişkən, böyüklərimiz demişkən, güc birlikdən doğur. Təbii fikir ayrılıqları zaman-zaman olur. Bu qaçılmazdır. Olması zaten, yəni fikir ayrılığın olması o hərəkətin güclü olması deməkdir. Ancaq bu ixtilafları müdiriyyət eləmək də özəlliklə indiki kimi böhrani şəraitlərdə çox-çox önəm daşıyır. Birliyimizi qorumalıyıq. Birliyimiz pozulmasa bizi heç bir güc yıxa bilməyəcəkdir. Yenə mən üzr istəyirəm. Çox uzun oldu söhbətlər, çox bağışlarsınız. İnsan sevdiği yerdə, ərklədiyi yerdə daha da çox eləyə bilir, danışsın və fikirlərini paylaşsın. Təkrar hamınıza təşəkkür edib, minnətdarlığımı bildirirəm məni dinlədiyiniz üçün və əziz ədminlər Araz bəy başda olmaq şərti ilə digər dəyərli ədminlərə də minnətdarlığımı bildirirəm bu fəzanı fürsəti bizə yaratdıqları üçün. Öz adıma təşəkkür və Azov təşkilatı adına da təşəkkürlərimi bildirirəm. Mən qulluğunuzda varam. Əgər bir sual söhbəti olursa da sevə-sevə cavab verməyə də hazıram da. Çox sağ olasınız, var olasınız. Hər vaxtınız gözəl. Yaşasın Azərbaycan. Bəli, Sayın Əmir Mərdani cənabları, çox gözəl, çox güclü bir çıxış oldu və çox önəmli məsələlərə toxundunuz. Ancaq tam olaraq sözlərinizə mən də qatılıram. Öz təşəkkürümü sizdən bildirirəm ki, belə bir çıxış apardınız. Hərəkət-i Milli Azərbaycanda şübhəli ölümlərə toxundunuz və gün olaraq məsələsi ki, bu elə Sulduzun, Urumunun məsələsində də ki, mən sizə qatılıram o məsələlərdə üçün özüm Sulduzda böyümüşəm və Urumda da olmuşam. İnşallah ki, birazdan əgər soru olursa qrupdaşlarımız sorub və sizlər cavablayacaqsınız. Təşəkkür edirəm. Dəyərli qrupdaşlar, bir məsələyə də mən işarə edeyim. İnşallah Pənşənbə axşam saat 9 Təbriz saatı bizim bir mizgerdimiz var. Siyasi milli məhbuslarımıza görə bir neçə qonağımız var. Vəkili payə bir dadqüstləri Sayın Musa Bərzin cənabları, Sayın Əkbər Azad milli fəalımız və xanım Şərifə Cəfəri cənablarının huzuru ilə İnşallah mizgerdimiz olacaq. Axşam saat 9-dan başlanacaq ki, milli siyasi zindanlarımızın haqqında onlardan necə himayət elə bilirlər, onların müşkülatına görə danışıq olacaq. İnşallah ki, hətmən qrupda olub və izləyəcəyik. Sağ olun. Salamlar və saygılar bütün dostların xidmətinə, özəlliklə Sayın Mərdani cənablarının xidmətinə çox-çox ərz ədəb və ehtiram edirəm və çox-çox öyrənirik, sizin danışıqlarınızdan faydalanırıq, bilgilərinizdən çox-çox minnətdarlığımı bildirirəm ki, çox dəyərli, qiymətli söhbət edirsiniz ki, adam vaqəən həzz edir, öyrənməyə iştiyaq tapır və bunu ərz edirəm dostlarıma, özümə ki, bunu bugün öyrəndik, o ayrıla, o çox öyrəndiyimizdən sonra hələ qulaq asıb dinləyəndən sonra öyrənəcək heç. Bundan bu yana daha bu mədəni kələməsini kullanmarıq. Vəssalam. Sağ qalın, səlamət yaşayın. Çox-çox təşəkkür edirəm bir daha. Sağ olasınız Sayın Mərdani cənabları. Təşəkkür edirəm.
Hörmətli Həbibi cənabları, çox sağ olasınız, dəyər verib dinlədiyiniz üçün minnətdaram, təşəkkür edirəm. Suala gəldiyimizdə əsas məsələ ilə bəlkə bizim etirazları necə paylaşmağımızda və millətin verdiyi əməkləri necə yansıtmağımızdadır bəy. 85 olaylarından sonra millət gerçəkdən çox böyük təpkilər göstəribdir. O zaman mən hələ özüm şəxsən deyirəm, Təbriz şəhərində, Təbrizdə idim öyrənci olaraq və bütün yoldaşların hər birisində təcrübələri vardırlar. Təbriz şəhərini deyirəm, Təbriz şəhərində 7 gün ardıcıl hər gün aksiyalar keçirildi. Hər gün, 7 gün boyu. Və Təbrizin 7-si tutuldu, 7 tutulundu Təbrizdə olan şəhidlər üçün və unutmaram Rastlaşısı ağzında elə bir səhnələrə biz şahid olduq ki, qadın, kişili bütün silahlı yığan vicələrlə əl və yaxaydılar və çırpışırdılar. Millət, məncə əlbəttə, təbii ki, mənim şəxsi baxışımdır, əlində olduğu imkanların hamısından kullanıb heç fazlasıyla həzzinə verib və fazlasıyla təpki göstəribdir. Nətər 85? 86-cı ilin siz diqqət elədiniz şəhidlərimizdə. 86-cı il Milli Xurdadın il dönümündə tutuklananlar və şəhid olanlar vardır. 87-ci ildə də hətta belə bir mərasim keçirildi. 88-ci ildə artıq seçkilər ərəfəsində idi. Onlar üst-üstə düşdü və ondan sonrası İranın mahiyyəti dəyişildi. Yəni ondan qabaq siyasi fəza İranda açılım ayrı bir səviyyədə idi, amma 88-ci ildən sonra bu səviyyə dəyişildi. Çox daha şiddətləşdi. Amma həman elə ona rəğmən, o qədər baskıya rəğmən siz diqqət eləsəz 89-cu ildə biz aksiyalarımız olub, 90-91-ci il və indiyə qədər fitilə olayları. Yəni əsas məsələ burada bəlkə bizim rəsanəyi baxımından gücsüzlüyümüzdədir. Siz diqqət eləsəz 88-ci olayların hələ də Fars opozisyonu kullanır videolarından. 10 il üstündən keçmiş olsa. Amma biz fitilə olayın belə ki 1396-cı ildə olubdur, onu belə unuduruq. Yəni ya ayrı misal üçün Vərziqan hadisəsində, Vərziqan olaylarında tarixə yazılmış, bəlkə dünyanın tarixinə yazılmış bir olay oldu milli hərəkat və ümumiyyətlə millətimizin tərəfində o böyük yardımların getməsi. Amma biz onu da yansıda bilmirik. O qədər yansıda bilmirik ki, özümüz də unuturuq. Bizim ən böyük problemlərimizdən birisi budur. Həzinəyə gəldiyimizdə təxminən 10 ilə yaxındır. Hər il mən ərz edirəm. İndi bu mütəvəssitdir. Bəzi il çoxalıb, bəzi il azalıb. 10 ilə yaxındır. Hər il 250 dənə bizim tutuklananımız var. Yəni bir milli hərəkat nə qədər eləyə bilər? Güc sərf etsin və niro sərf etsin və həzinə versin. Təbii bunların hamısı etki buraxır. Sözün yekunun xidmətçisi ərz eləsəm, məncə etirazlar vardır. Olur da, təpkilər də göstərilir, yad olunur, qeyd olunur. Hər il Təbrizdə və başqa şəhərlərdə də. Nətər şəhidlərimizə, elə milli şübhəli ölümlərə məruz qalanlar və elə milli ruhla əsası dayalı və milli günlərimizi qeyd etməklə. Ancaq bizim zəifimiz bunları yaymaqda. Bunları elə həman millətimizə çatdırmaqda və özümüzlə, öz aramızda paylaşmaqdadır. Çox sağ olun. Hörmətli Özgür cənabları, çox sağ olasınız. Dəyər verib dinlədiyiniz üçün minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm vaxtınızı ayırdığınız üçün. Azoxon haqqında bu ki, əsasnamə və məramnaməsi haqqında sitədə vardır. Əgər lütf edib sitəyə gedib başvursanız, orada Azox bölümündə Dərbari Azoxda həm əsasnamə, həm məramnamə, həm təşkilatın nizamnaməsi orada vardır. Amma ayrıca mən qulluğunuza göndərirəm. Hala burada xidmətçisi göndərəm indi birazdan. Təşəkkürlər. Çox sağ olun. Çox əziz və hörmətli Məhsun bəy, təşəkkür edirəm. Çox sağ olun, dəyər verib dinlədiyiniz üçün minnətdarlığımı sunuram qulluğunuza. Və çəkib gələn dəfə mən çalışaram ki, ucadan danışam. Mən zaten normalde elə günlük həyatımda da elə bu eleştirmə hər zaman olur ki, mən niyə yavaşdan danışıram. İnşallah gələn dəfədən bunu cübran etməyə cəhd edib və çalışaram. Çəkib. Ancaq həqiqətən sərnöv və difa məşruğa gəldiyimizdə bu özü çox böyük bir mübahisəli bir konudur. Özəlliklə haqqı təyini sərnövişdə gəldiyimizdə və elə ayrı-ayrı mübahisələrdir. Milli hərəkətdə diqqət etsəz, genəldə demək ola bilər ki, 3 bölümə, 3 böyük bölümə bölünübdür milli hərəkat. Bir bölüm istiqlalçılıq, bir bölüm federalçılıq və bir bölüm də haqqı təyin sərnöviş deyə ortaya çıxıb. Gerçi bunun özü yanlışlığı var. Və biz də mən təşkilat olaraq qulluğunuza ərz edirəm düşüncəmizi. Həm federalizm, həm istiqlaliyyət ikisi də mahiyyət etibarilə haqqı təyin sərnöviş onların içində vardır.
və əgər bir şəxs misal üçün haqqı təyin sərnişdə yəni istiqlalçılığa inanır, özlüyündə o haqqı təyin sərnişdə də inanmalıdır. Ya əgər bir şəxs federalizmə inanır, o şəxs zaten mahiyyətindən dolayı haqqı təyin sərnişdə inanmalıdır. Haqqı təyin sərnişd millət öz müqəddəratını təyin etmək deməkdir. Türkçəsini istəyək deyək. Bu ki, ortam yaranmalıdır, şərait yaranmalıdır. Millət azad bir fəzada, azad bir yollarla, indi seçim ola bilər, referendum adlandıra bilərik. Hər halükarda millət öz istəyin, öz iradəsini yansıdıb və öz iradəsi ilə yola çıxıb sonuca varmalıdır. Bu haqqı təyin sərnişd deməkdir. İndi buna çatmaq üçün də fərqli yollar gəlinir. Fərqli sistemlərdə fərqli modellər pişbini olunur. İran kimi hakimiyyətdə buna qanun əsasında referendum qoyulubdur. Amma yəni heç kəs hamı da bilir ki, orada o fəqət suri bir zatdır. Azad məmləkətlərdə yenə də referendum pişbini olunur, referendum əli ilə qoyulur. Bəzi yerlərdə bunu ayrı formatları da vardır. Müstəqil demokrasi ilə, qeyri-müstəqil demokrasi ilə. Hər halda bu böyük bir geniş mübahisədir. Ancaq biz özümüz istiqlalçı olaraq, mən Azad təşkilatını deyirəm, istiqlalçı olaraq ancaq bir platformda yerləşdik, Dirəniş Təşkilatı və Cadibə Təşkilatı və qabaqda inşallah gözəl xəbərlər də var. Daha genişlənəcəkdir və onda biz istəyimiz bir istiqlalçı olaraq millət öz müqəddəratını təyin etmək haqqına çatıb, ondan sonra özü öz gələcəyinə qərar verməkdir. Özü öz gələcəyinə qərar vermək mərhələsinə çatandan sonra, yəni o seçkilər, o şərait yarandı ki, referendum qoyulsun, o şəraitdə təbii biz təşkilat olaraq istiqlalçılığı paylaşacağıq. Federalizmə qarşı dairək, təbii şərait o yeri gəlsin, şəraiti insan dəyərləndirsin. Ancaq buna biz qərar vermişik neçə təşkilat ki, oraya qədər hamımızın yolu eynidir. İndi bu qrupun içində olanların mən sanmıram heç kəs buna müxalif ola ki və çıxa deyə ki, yox, mən istəmirəm millət öz müqəddəratını təyin edib. Hamımız eyni bir xastadayıq, hamımız eyni bir istəkdəyik. Hamımız bunu istəyirik, bir məmləkətdə yaşayaq ki, orada çoxunluğun səsi icra olunsun, azınlığın haqqı qorulsun. Belə bir məmləkətə çatmaq da umum desək, öz müqəddəratını təyin etmək vasitəsilə və yolu ilə qabağa keçir. Haqqı difai məşru daha biraz fərqlidir. Son zamanlarda misal üçün bunun üstündə bir tartışmalar da getdi. Ərəblər əli ilə Ən-Nizal, əgər səhv eləməsəm, gerçi Ən-Nizal sonra öhdələnmədi və dedi ki, mənim işim dəyərdir. Hər halda Əl-Əhvazda bir saldırı oldu İranın Pasdaran rejasına, əgər səhv eləməsəm. Və o məsələnin üstündə çox böyük danışıqlar getdi. Milli hərəkatın öz içində belə, neyrolar arasında ki, aya bu eyləm haqqı difai məşru sayılır ya sayılmır. Təbii bir konkret bir qərar yoxdur. Yəni bir konkret misal üçün deyək ki, bu bəndə əsasə filan referensdə da bu bəlli olubdur və da bundan belə bunun üstündə belə bir şəkildə qabağa gedəcək. Belə bir referens yoxdur. Yəni məndən yaxşı bilirsiniz, siyasi məsələlərdə artıq fəlsəfi bir mübahisələrə də hətta şahid ola bilirik. Yəni nəhayətdə bir seçim yapmalısan. Eyni həman ki, misal üçün PKK-ya qarşı Amerika və Avropa iki başlı siyasət aparırlar, terroristi adlandırırlar, amma ayrıca yardım da edirlər. Ya bunu zaman-zaman mücahidlərlə də görmüşdük. Amma genel olaraq bunu deyə bilərik, dünyanın normalarına, özəlliklə Sazman Miləldə o mənşurunda və bəzi кейslər vardır. Misal üçün Kosovo кейsinə işarə edə bilərəm ki, onu baxa bilərsiniz. Buralarda tərh olur. Aya bir hərəkət, bir ictimai siyasi hərəkət haqqı vardır, özündən difa etmək üçün silahı əl aparsın ya yox. Apardığı zaman hansı parametr və hansı şərtlər olmalıdır və uymalıdır. Bu da çox gözəl bəhsdir. İndi hörmətli Azərbaycan gündəmi ədminləri də bəlkə bir zaman fürsət ayırdı elə bu haqda və bu qonuda danışıldı. Amma əgər fürsətiniz olsa Kosovo кейsinə siz Kosovonun azadlıq və istiqlal кейsinə siz baxırsanız, orada sanırım yararlı və faydalı bir mətləblər və referenslərlə üzləşə bilərsiniz. Çox sağ olasınız. Yenə də təşəkkürlər. Bəli, Sayın Əmri Mərdanı cənabları, sizdən təşəkkürümüzü bildiririk. Çox gözəl bir çıxış oldu, çox güclü bir çıxış, önəmli məsələlərə toxundunuz. Qrupdaşlardan da öz təşəkkürümü bildirirəm ki, otdular, dinlədilər və bizim konferansımızı daha sonra ya Radio Haraydan ya başqa bir yerlərdən dinləyən dostlardan da təşəkkürümü bildirirəm. Umuram ki, qrupdaşlar da həttəmən faydalandılar, razı oldular. İnşallah ki, bəli, biz həttəmən yəni hər zaman lazım olsa sizə zaman ayıracaq, vaxt ayıracaq ki, daha gəlib genişli milli hərəkətimizə görə ya digər məsələlərə görə
danışasınız, konferans aparasınız. Bir daha öz təşəkkürümü sizdən bildirirəm ki, bu çıxışı gəldiniz, apardınız və çox da güclü və gözəl bir çıxış oldu. Təşəkkür edirəm sizdən. Hörmətli Araz bəy, mən minnətdarlığımı bildirirəm bu fürsəti verdiyiniz üçün, bu gözəl atmosferi, bu dəyərli atmosferi yaratdığınız üçün. Mən minnətdarlığımı bildirirəm cənabınıza və digər əziz və dəyərli adminlərə. Ayrıca təkrar təşəkkürlərimi bildirib, minnətdarlığımı bildirirəm qrupda olan dəyərli yoldaşlar, zəhmət çəkib vaxt ayırıb və dinlədikləri üçün. Təkrar təşəkkürlər. Çox sağ olasınız və hər zamanınız gözəl olsun, xeyirli olsun. Belə bir ortamlarda olmaq gerçəkdən çox böyük fəxr, sevindirici və güc vericidir. Yaşayasınız, sağ olun. Vətənim dağ kimi arxamda duran, sənin arxanda dayanmaqdır işim. Vətənim səndinə mən paltarımı bir ömürlük kəfənimlə dəyişim. Ürəyim çırpınır səndən ötür, mən bu topraqda qanad açmadayam. Vətənim sən, vətənim sən, vətənim, sevirəm hey adını dildə sayam. Vətənə can denə can verərəm, can şirin olsa da qurban verərəm. Vətənim sən, üzü ağı qal qanad aç, mən boyansam da qana qan verərəm. Vətənə can denə can verərəm, can şirin olsa da qurban verərəm. Vətənim sən, üzü ağı qal qanad aç, mən boyansam da qana qan verərəm. Gözəl bayrağı qaldır ucaya, qanımın rəngini çək bayrağıva. Mənə taylar gedəcəksən qalasan, hamı qurban bu gözəl toprağıva. Ürəyim çırpınır səndən ötür, mən bu topraqda qanad açmadayam. Vətənim sən, vətənim sən, vətənim, sevirəm hey adını dildə sayam. Vətənə can denə can verərəm, can şirin olsa da qurban verərəm. Vətənim sən, üzü ağı qal qanad aç, mən boyansam da qana qan verərəm. Vətənə can denə can verərəm, can şirin olsa da qurban verərəm. Vətənim sən, üzü ağı qal qanad aç, mən boyansam da qana qan verərəm.